Bir. Salam aleykum, hər birinizə xoş gördük. Mənim adım Toğruldur və inanıram ki, çox maraqlı bir ənənənin astanasındayıq. Necə gözəl səslənir. Biz ilk dəfə olaraq Meetup, İnsan İnkişafı Meetup tədbirində sizi görməkdən çox şadam, həyəcanlandım. Həyəcanlandım çünki həyəcanlanma səbəbim yanında oturub Mustafa müəllim və inanıram ki, çox maraqlı bir görüş olacaqdır. Özə də müəllimə bildirdim ki, çox maraqlı suallarım var və sizə də incə vurğuladım ki, buradan da siz də o maraqlı suallara əlavələrinizi eləyə bilərsiniz. Bizim ikinci qonağımız hörmətli Elmar müəllim yoldadır, gəlir 15 dəqiqə gəlir, amma biz düşündük ki, biz başlayaq, o da bizə qoşular. Dəstəkləyirsiniz? Dəstəyinizi əl çalaraq bildirə bilərsiniz. Çox sağ olun. Bizim bu gün ilk qonağımız çox hörmətli Mustafa müəllimdir. Mustafa müəllim hal-hazırda Mədəniyyət Nazirliyinin aparat rəhbəridir və bizim bugünkü mövzumuz deməli milli dəyərlərlə qlobal biznesədir və bizim bununla bağlı xeyli sualımız var. Dediyim kimi, sizin sualları gözləyirəm, sualları indidən göndərə bilərsiniz. Mən sadəcə düşünmüşdüm ki, başlayanda hamı burada olacaq deyə. Yəni indi düşünürəm ki, icazənizlə Elmar müəllim gələndə də o salona təkrar verə bilərəm. Amma biz qlobal biznesdən danışırıqsa və milli dəyərdən danışırıqsa, mənim ilk olaraq sualım oldu ki, ümumiyyətlə milli dəyər nədir? Elə bir məfhum var bu qloballaşan dünyada və sizə görə milli dəyər nədir ümumiyyətlə? Çox sağ olun, hamını salamlayıram. Hamını görmək xoşdur. Xüsusilə həmkarları görmək xoşdur. Suala gəldikdə, milli dəyərlər bizim beynimizdə formulaşdırdığımız bir normaların məcmusudur, mənə görə. Biz nəyi dəyər hesab ediriksə, o bizim üçün dəyərdir. Mənə görə də bizim elə ən böyük problemimiz də bəzi hallarda səhv dəyərlərin və ya səhv stereotiplərin arxasında müəyyən səhv addımlar atmaqdır. Əlbəttə ki, dəyərlər çox önəmlidir. Amma biz bütün məsələlərə köklü baxmalıyıq ki, hansı dəyər bizi qabağa aparır, hansı dəyər bizi inkişafdan saxlayır. Mənə görə bugün bu ən vacib düşünülməli olan məsələlərdən biridir. Çünki bizim belə deyək də arxasında dayandığımız bəzi dəyərlərimiz bizi inkişafdan saxlayır. Ona görə də bu ciddi belə deyək, müzakirə olmalıdır və yəqin ki, buna köklü baxış formalaşmalıdır ki, bizim belə deyək də möhkəm yapışdığımız bəzi dəyər hesab elədiyimiz amma ad çəkə bilərsiniz. Hər yeri kameraya düzübsüz ona görə. Misal üçün, belə desək də, misal üçün, nəyə bərk yapışmalıyıq, nəyə yapışmağımızı sorğulamalıyıq? Biz bayaqdan artıq meetup'ımızı başlamışdıq o masanın arxasında. Elə oradan belə deyək də məsələyə giriş eləyə bilərəm. Bizim ailə dəyərlərimiz, misal üçün də biz şərq cəmiyyətləri ailə dəyərlərinə çox bağlıyıq. Və bugün biz baxmalıyıq ki, bu ailə dəyərləri bizi hara aparır? Hansı ailə dəyərləri bizi inkişaf aparır? Hansı ailə dəyərləri bizi inkişafdan hansısa formada saxlayır? Biz bunun arasında bir seçim eləməliyik. Mənə görə bugün həm korporativ segmentdə, həm biznes segmentində istənilən cəmiyyətin fərqli belə deyək formatlarında bu məsələ çox ciddi bir ya katalizatordur, ya da belə deyək də inkişafı tormozlayan bir amildir. Misal üçün biz yenə də bayaq müzakirə eləyirdik. Bizim ailə dəyərlərimiz həmişə böyüyə hörməti özündə ehtiva edir. Amma böyüyə hörmət deyəndə biz nəyi başa düşürük? İçəri girəndə ayağa qalxmaq, bəli, bu olmalıdır və bu bizi digər cəmiyyətlərdən hesab edirəm ki, üstün eləyən ən vacib məsələlərdən biridir. Ailəyə, ata-anaya, böyüklərə xüsusi yanaşma, rəğbət göstərmə bu çox önəmli məsələdir. Amma 45 yaşında bir insan istənilən addım atanda öz böyüyündən soruşmadan o addım ata bilmirsə,
mən hesab edirəm ki, bu ciddi bir belə deyək də inkişafı, fərdi inkişafı əngəlləyən bir məsələdir. Biz bunun arasında ciddi bir fərq qoymalıyıq. Bugün biz ailə dəyərləri məfhumu altında gənclərin inkişafının qarşısını alırıq. Biz gəncləri nə ailə həyatına hazırlayırıq, nə korporativ həyata hazırlayırıq, nə cəmiyyətə hazırlayırıq. Hər şeyi böyükdən soruş, sonra et yanaşması şəxsin öz məsuliyyəti ilə öz üzərinə hər hansı bir davranışı götürə bilməməklə nəticələnir. Bu şirkət mühitində özünü o formada biruzə verir ki, həmin şəxs işçi səviyyəsində olanda müdirin ağzına baxır, öz belə deyək də ailə şeyində, stereotipində valideynlərin atasına baxır, onun sözü olmadan hər hansı bir addım atmır. Belə olanda həmin şəxs faydalıdırmı? Mənə görə yox. Çünki o adam məsuliyyəti öz üzərinə götürməlidir. O adam öz formatında, öz səlahiyyət çərçivəsində, öz mandatında onun üzərinə qoyulan işləri məsuliyyətlə görməlidir. Bugün o baş verirmi? Əksər hallarda yox. Çünki hər şey gəlib soruşulur. Bunu belə eləyim, yoxsa belə? Müdür deyir ki, belə elə, o da gedir eləyir. O eləyəndən sonra səhv olanda məsuliyyət kimindir? Əlbəttə ki, müdürün, əməkdaşın deyil. Çünki gəlib iki versiya veribdir rəhbərə. Rəhbər onun birini seçibdir. Uğurlu olanda da bu rəhbərin şeydir, töhfəsidir, məhsuludur. Uğursuz olanda da. Belə olanda həmin əməkdaş inkişaf eləyir, yetişirmi? Xeyr. Məsuliyyət əlbəttə ki, rəhbərindir. Ailədə də həmin formada. Bu səfər həmin o əməkdaş gəlib müdür olanda ailə belə deyək də ekvivalentində gəlir rolu ata olur. Bu səfər əməkdaşlardan icazəsiz heç nə eləməyə imkan vermir. Deyir, hər şey gəlin məndən soruşun. Mən dediyim formada eləyim. O mühitdə əlbəttə ki, nə inkişaf var, nə məsuliyyət var, nə də ki, digər belə deyək də töhfələr var. Ona görə biz birinci növbədə bu dəyərlər dediyimiz məsələdə çox önəmlidir. Bizim çox ciddi dəyərlərimiz var. Bizi digər cəmiyyətlərdən üstün edən kifayət qədər çox dəyər dediyimiz məfhumlar var. Bununla sual ola bilməz. Amma onun arasında dəqiq ayrım eləmək lazımdır ki, hansı bizi inkişafa aparır, hansı bizi inkişafdan saxlayır. Bu çox önəmlidir. Bu işdəsə, çox təşəkkür edirəm Saməlim. Sizin cavabınız məndə xeyli sual ayırdı, yaratdı. Birinci sual odur ki, bu qərarı kim verməlidir? Ki, hansı dəyər dəyərlidir, hansı dəyər gəlib dost olaq münasibətində qalmalıdır və növbəti mərhələ keçməli deyil. Bu da bir, bu sualın cavabının tapılması da bir bizim hər zaman yapışdığımız yanlış bir dəyərlə bağlıdır. Biz həmişə deyirik ki, yox da başqasının elədiyini eləmək olmaz, özün bir şey fikirləş. Bunun özü də bir səhvdir də. 21-ci əsrdə velosiped icad eləmək dövrü deyil. Bugün gəlin baxaq görək qərb cəmiyyətini inkişafa aparan dəyərlər nədir və şərq cəmiyyətini inkişafdan saxlayan dəyərlər nədir? Birini A sütununa yazaq, birini B sütununa yazaq. A sütununa yazanları eləyək, B sütununa yazanları eləməyək. Vəssalam. Yəni burada o fərq çox belə deyək də, çox nətdir mənə görə. Kim eləməlidir onu? Cəmiyyətmi, dövlət qurumudur, fərdlərmi? Bu toyuq yumurta məsələsidir. Yəni hansı daha öncə gəlir? Bunun cavabı əlbəttə ki, hissə olmalıdır. Bugün bu formatı yaradan əlbəttə ki, üst təbəqədə olan olmalıdır. Ailə formatında bunu valideynlər eləməlidir. Dövlət formatında əlbəttə ki, bunu dövlət eləməlidir. Amma bilirsizdə belə bir şey var, aksiyoma var da, yəni inkişaf eləmiş dövlətin inkişaf eləmiş cəmiyyəti olur. İnkişaf eləmiş cəmiyyətin inkişaf eləmiş dövləti olur. Hansı bunun daha tez gəlir? Bayaq dediyimiz misalda, yəni bu mərhələli biraz cəmiyyət inkişaf elədikcə dövlət inkişaf eləyir, dövlət inkişaf elədikcə cəmiyyət daha çox inkişaf eləyir. Bunun hansı daha tez olmalıdır? Sualı fəlsəfi sualdır, amma bugünkü şəraitdə əlbəttə ki, yuxarıda olan segment
yuxarıda olan seqment o dəyərlər sistemini daha rahat yarada bilir ki, o aşağıdakı olan seqment o yeni yaranmış dəyərlər seqmentinə uyğun daha tez inkişaf edəsin. Ailədə bunu ailə başçısı eləməlidir. Cəmiyyətdə isə, belə deyək də, cəmiyyətdə o sistemi formalaşdıran təbəqə. Təşəkkür edirəm. Bir dənə də sual verin bununla bağlı, sonra bu mövzunu dəyişəcəm. Deməli, siz dediniz ki, biz bəzi dəyərlərdən yapışmalı deyilik, bəzi dəyərlərdən yapışmalıyıq. Burada biraz cəsarətli olmaq lazımdır. Bir də bir kontingent var ki, ehtimal ki, hər cəmiyyətdə var. Bizim cəmiyyətdə də bunu çox qəşəng görmək olar. Hansı ki, uclardadır. Məsəl üçün, biri çox mühafizəkardırsa, biri deyir ki, ümumiyyətlə, yəni sən nə dəyəri? Dəyər zət boş şeydir və qərb nə deyirsə onu götürəcəm. Necə burada balans tapmaq olar ümumiyyətlə bu dəyər mövzusunda? Ümumiyyətlə, balansın tapılması istənilən məsələdə ən vacib məsələdir. Bir İsveçrəli bir alximik var, Paracelsus, onun yaxşı bir misalı var. O deyir ki, zəhərlə dərmanın fərqi yalnız onun dozasındadır. Yəni, o düzgün dozanı müəyyən eləmək, şam evə işıq verir, yanğın evi yandırır. Yəni, o düzgün xətti tapmaq əlbəttə ki, çətin məsələdir, amma bu bizlərdən asılıdır. Biz istənilən mövzuda o balansı tapmalıyıq. Bu korporativ seqmentdə rəhbər o balansı düzgün tapmalıdır. Ailə mühitində valideynlər o balansı düzgün tapmalıdır. Biz yaxşıya yaxşı deməyi bacarmalıyıq, biz deməyi bacarmalıyıq. Övladlarımızı yetişdirəndə biz hansı dəyərlərin önəmli olduğunu, o dəyərləri yaşatmalı olduğumuzu deməliyik. Hansı dəyərlər bizi bayaq dediyimiz kimi müəyyən inkişafdan geri saxlayır, onu da biz belə deyək də, onu da qarşısını almağı bacarmalıyıq. Bu çox önəmlidir və əlbəttə ki, burada bunu ümumiləşdirmək olmaz ki, yox, dəyərlər önəmlidir, əlbəttə yox, dəyərlər çox önəmlidir. Bizi millət olaraq, xalq olaraq formalaşdıran da elə o dəyərlərdir. Amma onun içərisində belə deyək də, saf çürük eləmək lazımdır. Nə bizi qabağa aparır, nə bizi arxada saxlayır. Arxada saxlayanı əlbəttə ki, aradan çıxartmaq lazımdır. Bir. Sizin suallar da gəlir, bunu görürəm, gedəcəm bunlara. Bir dənə də qəşəng təxribatçı sualım var. Deməli, qloballaşma prosesində, məsələn, mən qloballaşma deyəndə niyəsə Bəxt üzüyü filmi yadıma düşür. Deyə bilərsiniz ki, hardan hara. Bəxt üzündə yadınızda sonra bir səhnə var. Xanım, adı yadımdan çıxdı, Afaq Bəşir qızın oynadığı Söylüydü. Orada bir şey deyir ki, amma şu deyir, bu ekologiya budur və qara su ilə şey deyir. Bugün də biz, ekologiya, bugün də biz qloballaşmada belə danışırıq. Bəs belə bir şey deyim, sizcə qloballaşmada milli kimlik nə qədər önəmlidir? Çox önəmlidir, amma yenə də dozasını düz tapa bilsək. Yəni, biz o milli kimliyin arxasında tam dayansaq və onun heç bir halda transformasiyasını, belə deyək də, gözə almasaq, biz o qloballaşan dünyada geri qalacağıq. Yəni, burada çox önəmli olan onun düzgün proporsiyasını tapmaqdır. Bu çox önəmlidir. Ona görə də o cəmiyyətin dəyişilməsində, cəmiyyətin inkişaf eləməsində, cəmiyyətin düzgün kodlaşmasında bu çox vacibdir. Nəyin arxasında biz getməliyik və biri digərinə mane olmaya bilər. Yəni, heç kim deyə bilməz ki, yox, biz dəyərlərimizi gərək tam aradan çıxartmalıyıq ki, inkişaf eləyək. Yox, mən ona razı deyiləm. Bugün Yaponiyanı misal gətirək. Misal, Yapon cəmiyyəti dəyərlərə çox ciddi bağlı bir cəmiyyətdir. Amma dünyanın inkişaf eləmiş 3-cü, 4-cü dövlətidir. Dünən ÜDM-də Hindistan biraz qabağa keçdi, 5-ci oldu. Amma yenə də Yaponiyanı belə deyək də, biz bəşəriyyətin ən inkişaf eləmiş dövləti olaraq həmişə tanımışıq. Bundan sonra da yəqin ki, elə olacaq. Onların çox ciddi dəyərləri var və bu mane olmayıb ki, Yaponiya, belə deyək də, qloballaşan dünyada özünü göstərə bilsin. Ona görə biz baxmalıyıq ki, nə bizi, bayaq dediyim kimi də, bizi tormozlayır, nə isə bizim inkişaf etməyimizə mane olmur. Bu da bizim əlimizdədir. Burada da, belə deyək də, velosiped icad eləməyə ehtiyac yoxdur. Sadəcə olaraq o cəmiyyətdə müəyyən məsələlər düzgün formalaşmalıdır. Biz artıq ailə dəyərlərini
fərqli formatda baxmalıyıq. Böyük-kiçik dediyimiz məsələyə fərqli formatda baxmalıyıq. Böyük gələndə əlbəttə qalxmalıyıq. Amma 45 yaşında bir insan adi bir məişət qərarını verəndə mütləq atadan soruşmalıyam, əks halda verə bilmərəm. Bu əlbəttə ki, səhvdir. Bu ikisinin arasındakı fərqi biz net görməliyik. Buna oxşar bir sual var, amma mən yenə də Yaponiya takıldım, çünki sualım elə növbəti nümunə ilə bağlıdır. Sizcə, bax, təsəvvür edin ki, elə bir proqram var. Siz Azərbaycan deyək 2.0 yaratmaq imkanınız var, millət olaraq və yaxud da nəsil olaraq. Orada nəyi update eləyərdiniz? Hansı bacarıq deyəsiz ki, mütləq bunu artırmaq lazımdır? Falan şey azal. Elə bir təsəvvür edin ki, bir şeydir, video oyundur. Hansı skill artırarsınız? Nəyi dəyişərdiniz? Məsələn, 3 dənə seçim eləmə imkanı varsa. Birinci növbədə belə deyək də qeybət deyirlər də şey arasında. Bu qeybət şeyini ümumiyyətlə söndürərdim. Ümumiyyətlə söndürərdim. Bu gün Azərbaycanın inkişafını əngəlləyən ən vacib məsələlərdən biri elə bizim sosial şəbəkələrdir və orada gedən səhv müzakirələrdir. Çünki o müzakirələr bir çox insanın davranışını məcburi şəkildə dəyişir. İnsan məcbur olur, doğru bildiyini eləməsin, sosial şəbəkənin gözləntisinə uyğun addım atsın. Onun gözləntisi də əksər hallarda doğru deyil. Ona görə qərb cəmiyyətlərinə baxsaq, heç kimin heç kimdən işi yoxdur. Hamı çox rahatdır, hamı öz həyatının belə deyək də, həyatının qurulması ilə məşğuldur. Biz amma başqasının həyatının qurulmasına məşğuluq. Birinci növbədə o gəlir, sonra qeybəti sildik, nəyi artırdıq? Nəyi artırdıq? Şəxsi məsuliyyəti. Yəni, şəxsi məsuliyyət dedikdə, belə deyək də, bayaqki misala gətirsək, artırmalı olduğumuz çox şey var. Amma bu misalda başqası barədə düşünməyi tam söndürüb, özümüz barədə düşünməyi artırmalıyıq. Və burada da çox önəmli olan bu dəyər formatında şeyləsək, formalaşsaq. Yəni, bu sosial şəbəkələrin, digər məsələlərdə bugün hamı hesab eləyir ki, cəmiyyətdə baş verən istənilən bir hadisəyə fikir bildirmə şeyi var, öhdəliyi var. Bugün sosial şəbəkələrə girin, nə bilim axı, Yevlaxda kimsə özünü pəncərədən atıbdır, 10 milyon insanın 9.5 milyonu onunla bağlı öz fikrini bildirir. O hesab eləyir ki, onunla bağlı fikir bildirməsə problem olacaq. Yəni, amma elə olmalıdırmı? Yəni, hamı hər şey barəsində fikir bildirməlidirmi? Yəni, burada elə bil ki, səhv bir şey yaranıbdır, bir gözlənti yaranıbdır ki, hamı düşünür ki, hamının mövqeyi hamı üçün önəmlidir. Yəni, pis çıxmasın da, dəyərli bir alim bir fikir bildirmədən öncə fikirləşir ki, mənim dediyim ifadə görəsən auditoriya üçün maraqlıdır yoxsa yox. Amma belə deyək də, cəmiyyətdə hər hansı bir uğuru olmayan, hər hansı bir tövhəsi olmayan bir insan hesab eləyir ki, onun fikri hamı üçün önəmli olacaq. Yəni, bu azalmalıdır. Ciddi şəkildə azalmalıdır. Ciddi şəkildə azalmalıdır ki, insanlar daha rahat addımlarını ata bilsinlər. Bugün bizim atdığımız addımlar çox, belə deyək də, çox düşünülür. Bax, indi mən bir sözü 5 dəfə fikirləşirəm ki, indi kontekstdən kimsə sözü çıxardacaq, deyəcəklər ki, falan kəs deyir ki, ailə dəyərləri önəmli deyil. Gəlirsən bunun cavabını ver. Amma mən əslində elə şey deməmişim. Ona görə də bu çox önəmlidir ki, bu proseslərdə biraz daha rahat olmalıdır. Biz tənqiddən daha çox köklənməliyik konstruktiv məsələlərə. Bizdə bütün müzakirələr tənqidə köklənir. Düz deyil, dünyanın quruluşu elədir. Sosial şəbəkələrin alqoritmi tənqid üzərində qurulubdur. Neqativ fikirlər daha çox yayılır, pozitiv fikirlər. İnsanlar da onu bilir. İnsan, biri çıxır ağıllı danışır, ona cəmi 10 bəyənmə var. Biri çıxır ancaq tənqid eləyir, onu 100.000 bəyənmə var. Ona görə də insanlar çıxırlar ancaq populist olaraq cəmiyyətin eşitmək istədiklərini deyirlər. Halbuki o tamamilə səhvdir. Amma onu maraqlı deyil. Onu maraqlıdır ki, o çərçivədə biraz rəğbət görsün.
başqa yerdə rəğbət görmür. Sosial şəbəkələrdə ən azından rəğbət görsün. Və bu da əlbəttə ki, doğru bir şey deyil. Çox sağ olun müəllim. Burada bir dənə sual var, elə auditoriyanın bir sualını oxumaq istəyirəm. Siz böyük kiçik məsələsini vurğuladınız. Sual belədir ki, şöbədə əgər rəhbər gəncdirsə və yaşı çox olan əməkdaşa iş tapşırırsa, bu həmin yaşı çox əməkdaş da bu hörmətsizlikdir düşüncəsi formalaşdırırsa, biz o böyüyə hörmət dəyərinin əmək fəaliyyətində olan idarəetmə ilə fərqini necə izah edə bilərik? Çox real bir кейsi, kimsə yaşayıb bunu. Çətin məsələdir. Çətin məsələdir. Amma əlbəttə ki, bu belə deyək də istənilən formatda, yəni həm ailə formatında, həm korporativ formatda əlbəttə ki, bu yaşla ölçülə bilən bir məsələ deyil də. Burada subordinativ yanaşmalar var. Əgər o insan o yanaşmaları korporativ adət-ənənə ilə deyil, dəyər adət-ənənəsindən formalaşdırmaq istəyirsə, o əlbəttə ki, o yerdə səhv istiqamət formalaşdıracaq. Onunla bağlı addım atılmalıdır. Ümumiyyətlə, korporativ mühitdə bugün biz indi biraz insan resursları şeyinə yaxınlaşsaq, insan resurslarının fəaliyyəti qurum daxil çox önəmlidir. O fəaliyyətlərdən biri də qurumun insan resursları ailənin psixoloqu kimi bir şeydir. Yəni həmin o insan resurslarının mənsubları orada olan səhv yanaşmaları ən düzgün şəkildə aşılamalıdırlar. Həmin o bəli, həmin o insan resursları mənsubları bu prosesləri düzgün aşılamalıdır. Həmin o ağsaqqalı yoldaşa düzgün izah olunmalıdır ki, burada yaş başda deyil, yaşlı deyil, başdadır. Təşəkkürlər müəllim. Elmar müəllim, xoş gəlmisiniz. Siz aramızda görmək çox xoşdur. Biraz yuxarı eləsək. Mən çox üzr istəyirəm. Xoş gəlmə sözünüzü qəbul etməzdən əvvəl çox üzrxahlıq edirəm. Üzrxahlığımın da səbəbini sizə izah edim. Səbəbini bilsəz, əgər üzrümü qəbul etsəz, çox xoş olaram. Deməli, bizim hər il ali məktəbimizdə bu xanım iş sahibkarları var. Onlar bizim hər il tələbələrimizin o təhsil haqqını verə bilməyən tələbələrimizi təhsil haqqlarını gəlib ödəyirlər. Mən də onu mərasim keçirdirəm və o xanım sahibkarlarla görüş keçirdirəm ki, bizim tələbələrimizə şu təhsil haqqlarını ödəyirlər. Harca indi bu 40 min manata yaxın bizim imkansız tələbələrimizin təhsil haqqını ödədilər və belə bir mərasim keçirdirik çay süfrəsi ətrafında. O xanımlara da söz veririk. Onlar da tələbələrlə ünsiyyətdə olurlar. Və o tələbələrimiz o qədər gözəl çıxışlar edirlər ki, və xanım sahibi ikinci ildə artıq. Biz bunu bu cür tədbiri keçirdik ki, dayanıqlı olsun. İmkanı olmayan tələbələrin təhsil haqqları ödənilir. Ona görə də mən onlara vaxt ayırdım, zaman ayırdım. Çünki mənim tələbələrimin təhsil haqqını ödədiklərinə görə, əgər onlar mənim tələbələrimə dəyər verdiklərinə görə, mən də onlara o dəyəri verdim. Sizin zamanınızdan uğradım, o zamana caladım. Ona görə sizdən üzrxahlıq edirəm. Onda müəllim, əl çalabilir. Xalq qəbul elədi. Xalq qəbul elədi deyəsən. Yəni inanın ki, o uşaqların içində bax indi tələbə var ki, onkoloji xəstədir. Ankarada müalicə olunur, təhsil haqqını ödəyə bilməyib. Biz yardım eləmişik. Tələbə var ki, orada ata-anasını itirib. Tələbə var ki, qız tələbədir, ata-anasını itirib, ödənişə düşüb da. Həm bacısı var. Yəni o uşaqlara qulaq asıb sahibkar xanımlar dedilər ki, bunlarda olan motivasiya heç biz iş adamlarında yoxdur. Yəni bu qədər çətin vəziyyətdə olan gənclərin motivasiyasını görəndə insan özü motivasiyalaşır. İndi mən niyə yorğun deyiləm? Onlara baxırsan görürsən ki, bu insanların nə qədər çətin bir durumda olsalar da həyat eşqi bizdən qat-qat yüksəkdir. Həyata meyillilik qat-qat yüksəkdir. Və bizdə tələbə var ki, Murad Əliyev. Atası da rəhmətə getdi, anası da rəhmətə getdi, özü prezident təqaüdçüdür. Bizim hansısa bir tələbənin bir kəsiri olanda o az qar bir şoka düşsün, depresiya yaşasın. Mən deyirəm Murad, bir o tələbə ilə söhbət elə. O tələbə ilə söhbət eləyir.
Həmin o kəsr olub özünə əl qatan tələbə. O tələbə ilə söhbət eləyəndə başa düşür ki, gör insanlar nələri itiriblər, amma həyat eşqi daha güclüdür. Ona görə də mən çox üzrxahlıq edirəm. Çox gecikdim, həddindən artıq. Amma gecikməmin bu səbəbə görə normal qabiliyyətim öz daxilimdə ki, mən o tərəfə daha çox diqqət yetirməliyəm. Amma Mustafa müəllimlə toğruluğuna üzrxahlıq edirəm. Çox sağ olun. Müəllim, biz Mustafa müəllimlə bir mövzu danışdıq. Qısa olaraq sizin də fikrinizi almaq istəyirik bununla bağlı. Siz dəyər verməkdən danışdınız. Bizim bugünkü mövzumuz milli dəyərlərlə qlobal biznesədir. Bəs sizcə, bilirəm ki, bundan siz maşallah danışa bilərsiniz, amma qısa olaraq cavabınızı alsaq, dəyər deyəndə, milli dəyər deyəndə sizin ağzına nə gəlir? Dəyər deyəndə ümumiyyətlə milli dəyərin dəyəri yoxdur. O dəyərsiz bir şeydir. Yəni onun dəyəri yoxdur. Yaxşı mənada. Bəli, onu dəyərləndirmək qeyri-mümkündür. Çıxarda bilərlər onu. Yəni sən milli dəyəri necə dəyərləndirirsən? Onun dəyəri yoxdur. O dəyərsiz bir. Elə şeylər var ki, o dəyərləndirə bilməz. Amma təbii ki, biz mən o xanım sahibkarlarla söhbət eləyəndə də danışdım ki, indi kapitalizm, indi bir var mədəni kapitalizm. Məsələn, Yaponiya mədəni kapitalist ölkəsidir. Mədəni. Bir də var vəhşi Amerika kapitalizmi da. Yaponiya da kapitalist ölkəsidir. Amerika da kapitalist ölkəsidir. Hindistan da kapitalist ölkəsidir. Hindistan vəhşi kapitalizmdir. Hindistanda olanınız olub sizin? Katastrofa. Mən orada olanda başa düşdüm ki, nə üçün onların kino filmləri ağlamalıdır. İstəsələr də gülməli kino çəkə bilməzlər. Bəs İmam müəllim, sizcə Üzr istəyirəm. Düz deyirəm, səhv deyirəm. Amma Yaponiya da kapitalist ölkəsidir da. Yəni bu, amma görürsən ki, Yaponiyada milli dəyərlər o qədər yüksəkdir ki, o kapitalizm burada hiss olunmur. Kim? Hindistan keçə bilər. Yaponlar həmişə deyir ki, bizdə 150 milyon əhali yaşayır, hamı normal yaşayır. Hindistanda isə 1 milyard əhali yaşayır, 99% azından ölür, dilənçi vəziyyətdədir. Mən nə demək istərdim? Mən tələbələrimə həmişə iki ölkənin nümunə çəkirəm. Bir ölkənin adı Hollandiyadır, bir ölkənin adı Yaponiya. Hər ikisi kapitalist ölkəsidir, hər ikisi portlar ölkəsidir, hər ikisi vaxtilə imperiya olublar, hər ikisi güclü sənayeyə malikdir, hər ikisinin güclü kənd təsərrüfatı var. Həm Hollandiyanın, həm Yaponiyanın çox güclü təhsil sistemi var, səhiyyə sistemi yüksəkdir, hər ikisinin sosial sistemi çox yüksəkdir. Mən onlara sual verirəm ki, yaxşı bulan fərqi nədir? Fərqi odur ki, Yaponiyada Yaponlar yaşayır. Hollandiyada da hər şeyin icazə verildiyi azad insanlar yaşayır. Belə deyək ki, azad insanlar yaşayır. Hər şeyə icazə var. Bizim yolumuz nə olmalıdır? Bəli, güclü olmalıyıq, amma Yaponlar kimi milli dəyərlərə sadiq bir ölkəmiz olmalıdır. Amma Hollandiyada hər şey azaddır. Təbii ki, 17 yaşlı insan üçün hər şeyin icazə verildiyi yeri seçəcəklər. Biz də 17 yaşında olanda deyirdik ki, bizə azadlıq verilsin ki, biz hər şeydən istifadə edək. Amma artıq müəyyən yaş keçəndən sonra görürsən ki, yox, bu düzgün deyil. Gənc insanlar niyə azad deyirlər ki, yəni ki, Hollandiyada mən daha rahat yaşayarım. Gənc insanlar Yaponiyada yaşaya bilməzlər. Bilirsin niyə? Dəyərlər ölkəsidir. Yaponiyada olanınız olub sizin Yaponiyada. Mən Yaponiyada atıya anaya olan münasibəti, uşaqlara olan münasibəti heç yerdə görməmişəm. Bəzən deyirlər müsəlman ölkələri filan. Mən Yaponiyada olan dəyərləri, ya Çinin özündə olan necə dəyərlər var Çin? Siz Hindistandan danışırsınız, Çində olan dəyərlər. Düzdür, burada din yoxdur. Nə Hindistanda, nə Çində, nə Yaponiyada din yoxdur. Onların dini Konfutsidir, onların dini ataların, babaların ruhudur. Onların dini öz dəyərləridir. Ona görə də biz hesab edirik ki, məsələn, mənim şəxsi fikrimdir, tələbələrimə də deyirəm ki, biz dəyərlərimizi qoruyub saxlamalıyıq. Dəyərləri qoruyub saxlamasaq, qlobal əjdaha gəlib bizi yeyəcək. Bir dənə əjdaha gəlmişəm, bir dənə sual verim icazənizlə. Məncə əjdaha uyğun sualdır. Burada bir dənə sual var ki, deməli, qlobal uğur üçün hansı milli xüsusiyyətini heç vaxt qurban vermək olmaz?
qlobal uğur üçün hansı milli xüsusiyyətini heç vaxt qurban vermək olmaz? İkinizə də əziz spikerlər sualım. Qlobal uğur üçün hansı milli dəyəri qurban vermək olmaz? Bəli, Olar yoxsa olmaz? olmaz. Verməzsən belə də, verməli deyilik. Nəyi vermək olar? Yaxşı, onda belə. Nəyi vermək olar, nəyi vermək olmaz? Bu elə bayaq dediyimiz məsələlər və Elman mənim dediyim məsələlər. Elman sizdən qabaq biz Yaponiyadan biraz danışdıq. Sizin də elə o Yaponiyanın misal gətirməyiniz tam üst-üstə düşdü. Yaxşı misaldır əslində Yaponiya. Elə o misalın mahiyyəti odur ki, dəyərlərlə də inkişaf eləmək mümkündür. Amma ən önəmli olur ki, hansı dəyərlərlə? Əsas odur ki, yanlış dəyəri biz dəyər kimi qəbul eləməyik. Önəmli olan odur. Hansı dəyərdən belə deyək də imtina eləmək olmaz sualına gəlsək, elə bu məsələnin elə kökü elə odur. Biz iki sütun yaratmalıyıq. Bir hissədə yazmalıyıq ki, bu dəyərlər önəmlidir. Sizin üçün. Bundan imtina eləmək olmaz. Söz verəm ki, kontekstdən çıxartmayacağıq. Sizin üçün önəmli olan hansıdır? Mənim üçün önəmli olan yenə də bizim ailə dəyərlərimiz önəmlidir. Böyüklərə hörmət önəmlidir. Cəmiyyətdə formalaşmış belə deyək də o hörmət önəmlidir. Amma böyüklərə hörmət dedikdə hər şey böyükdən icazə alıb eləmək deyil. Bu mənə görə yenə də bayaq danışdığımız kontekstdə bu bizi inkişafdan saxlayan əsas amillərdən biridir. Mənə görə hər şeyə belə deyək də tənqidi yanaşmaq. Ruslar sudist deyir. Onu bayaqdan fikirləşirəm Azərbaycan dilində onun nədir, qarşılığı nədir? Mühakimə. Yəni mənə görə soruşsaq ki, insanların beynindən bir dənə keyfiyyəti tam çıxartsaq nə olar? Mühakiməni çıxardardım mən. Mühakiməni bir mənalı olaraq, çünki bu ən belə deyək də, Elman mənim yaxşı misal çəkdi Hindistan Hollandiyadan və digər yerdən azadlıq var. Azadlıq necə olur ki, eyni belə deyək də kürənin üzərindəyik, eyni planetdəyik. Məsafəmiz də çox deyil. Hollandiya ilə bizim aramız cəmi 3000-4000 kilometr olar. Necə olur ki, orada hər şey azaddır. Bizdə amma velosiped sürəndə şəklini çəkib qoyurlar ki, buna bax, iki kişidir velosiped sürür. Yəni necə olur? Orada da eyni insandır, burada da. Bizim o mühakimə şeyimiz, belə deyək də, qabiliyyətimiz bugün bu məsələlərə gətirib çıxardır ki, biz o haqsız yerə mühakimələr, nə bilim axı, like yığmaq üçün kimisə tənqid eləmək, kimisə şəklini qoymaq, o lazımsız şeylər bizi ümumi inkişafdan geri qoyur. Ona görə də mən düşünürəm ki, bunlar arasında çox ciddi fərq qoymaq lazımdır. Dəyərlər əlbəttə ki, çox önəmlidir və Yaponiya misalı, Almaniyada da var. Yaponiya misalı onu deməyə əsas verir ki, dəyərlərlə də ən inkişaf eləmiş 5 ölkədən biri olmaq mümkündür. Amma yenə də hansı dəyərlər söhbət gedir? Burada sualın cavabı odur ki, biz onu düzgün tapmalıyıq və biz onu cəmiyyətə düzgün servis eləməliyik. Biz deyəndə ki, yox, dəyərlərinizi itirin ki, inkişaf eləyək, əlbəttə səhvdir. Dəyərlər olmalıdır. Dəyərlər olmasa inkişafa nə ehtiyac var ümumiyyətlə, o cəmiyyətə nə ehtiyac var? O cəmiyyətin onda artıq fərqli dəyərlər olacaq. Aydındır. O cəmiyyətdə yaşamaq istəyərikmi, istəmərikmi? O ikinci sualdır. O İkinci Dünya müharibəsi vaxtında Churchill-ə yaxınlaşır Maliyyə naziri, o vaxtın Maliyyə naziri deyir ki, bəs müharibə gedir, biz belə deyək də hansısa maddələri azaltmalıyıq. Mədəniyyət maddəsində gələndə deyir ki, bunu da azaltmalıyıq. Churchill deyir ki, bəs bunu niyə azaldırıq? Deyir ki, bəs müharibə gedir, ne deyir? Onda bəs biz nə üçün müharibə edirik? Yəni o dəyərlər əlbəttə ki, önəmlidir. Amma hansılardan söhbət gedir? Bu bizim üçün ən böyük sualdır. Biz onu gənclərlə, cəmiyyətlə, uşaqlarla düzgün formalaşdırmalıyıq və bugün gör-götür dünyasıdır. Velosiped icad eləməyin vaxtı deyil 21-ci əsr. Biz baxmalıyıq ki, kim hansı dəyərlə qabağa gedibdir və o cəmiyyətdə bugün yaşamaq olar. Deyə bilmərik ki, bugün hamı Avropada yaşamağa gedir. Bugün hamı gedir
qərb ölkələrində, Amerikada yaşamağa. Hə, əlbəttə ki, onların dəyəri bizim kimi deyil. Amma o deməkdir ki, orada yaşamaq olmaz, yox. Hamı rahat yaşayır. Bizdən də xoşbəxtdirlər. Düzdür yoxsa? Ona görə biz baxmalıyıq ki, bu bizi saxlayan nədir? Özümüzü saxlayırıq. Yanlış dəyərlərə sığınıb inkişafdan geri qalırıq və bu da bizə əziyyət verir. Yəni biz bu mühakimə eləmək şeyini belə deyək də tamamilə söndürsək, tənqid funksiyasını beyinlərimizdən tamamilə söndürsək, vallahi indiki şəraitdə, indiki belə deyək də maddi vəziyyətimizdə, indiki halımızda indikindən qat-qat xoşbəxt olarıq. Bizi xoşbəxt eləməyən digərlərinin haqsız mühakiməsidir mənə görə. Təşəkkürlər. Elmar müəllim, qlobala gedəndə nə itirmək olmaz? Mən sizə indi deyəcəksiniz Yaponiyadan əl çəkmirlər. Yaponiyada ümumiyyətlə İngilis dilində siz bir söz tapmazsınız. Stop sözünü də Yaponca yazırlar. O stop sözü var, Yaponca yazırlar. Sonra düşünürsən ki, yaxşı bunlar bu İngilis dili burada olmuyor. Bu qədər Yaponlar götürsəsə 90-95% ingilisini bilmirlər. Amma necə ola bilər ki, bunlar bu inkişafa nail olublar? Başqa bir misal çəkəcəm mən. Bizim eradan əvvəl Roma vardı da, Roma. Orada kimlər yaşayırdı? Romalılar. Bizim eradan əvvəl Çin var idi, orada Çinlilər yaşayırdı. İndi Roma var, amma Romada Romalılar yaşamır. Amma indi Çin var, Çində Çinlilər yaşayır. Bugün Almaniyadır, Almaniyada Almanlar yaşayır. Amma belə getsə 200 ildən sonra Almaniya olacaq, amma Almanlar olmayacaq. Mən sizə nəzəriyyədən danışmıram, hamısı praktikadandır. Berlinə getmişdim. Mən rus və türk dillərindən şəhər əməli başlayıb bir həftə gəzdim. Türk və rus dillərindən istifadə edərək şəhər əməli başlayıb gəzdim. 40% şəhər miqrantlar şəhəridir. Hətta mən şəhərin mərkəzində Alman görmürdüm. Dedim, bu Almanlar hara yox olub? 200 ildən sonra nə olacaq? 200 ildən sonra Almaniyanın taleyi, Romanın taleyini yaşamayacaq mı görəsən? Bəs Roma niyə o günə düşdü? Çünki dəyərlər itdi. Roma imperiyasının dəyərlər itmişdi artıq. İmperiyanın son illərində. Dəyər yox idi. Və o dəyərsiz şəhəri kim əvəzlədi? Hun tayfaları, German tayfaları, o tayfalar ciddiyalı tayfalar idi. Gəldilər, şəhəri götürdülər. İndi deyə bilər, o imperiyanı məhv elədilər. Ya Bizans imperiyasının özünü. Yəni çürümüşdü da, artıq o imperiya nə qədər güclü görünsə də, artıq mənəvi dəyərsizliyi o ölkənin milli təhlükəsizlik sistemini məhv eləmişdi. Başqa müasir bir sizə misal çəkim. Bu günlərdə Trump çıxış elədi və dedi, mən Kanadanı götürəcəyəm. Nə baş verdi? Səhər baş nazir dabana tüpürdü, aradan çıxdı və bir müqavimət hissi yox idi. Kanadada bir nə miting oldu, nə bir etiraz oldu, heç bir etiraz olmadı. Yəni deyə bilərsiniz gözəl ölkədir, bəli, hər həyat səviyyəsi filan yüksək. Amma artıq dəyər yoxdur orada. Əksinə insanlar dedi ki, lap yaxşı da Kanadanın bayrağı olmasın, Amerikanın bayrağı olsun. Gedək 52-ci ştatda yaşayaq da. Amma sizcə Trump bunu Türkiyə haqqında deyə bilərdi? 100 milyon əhali küçədə idi. Deməli, biz milli dəyərlərimizi qlobal uğura qurban versək, Kanadanın simasında milli təhlükəsizliyimizi itirə bilərik. Əmin olun ki, Belçikanın bugün əhalisinin 8 milyonun yarısı Mərakeşli və türkdür. Orada Mərakeş futbol komandası kimlə futbol oynayanda fövqəladə vəziyyət elan edirlər. Mən soruşam, bu nə üçündür? Deyirlər, heç Mərakeşlər udanda da şəhəri dağıdırlar, uduzanda da şəhəri dağıdırlar. 50 ildən sonra nə olacaq? Bilirsiniz, ASTV deyəndə ki, Almaniya dağılır, bəziləriniz ağız büzürsünüz. Almaniyanın dağılması ekonomik cəhətdən deyilmir. Almaniyanın dağılması, onların təhsil sisteminin dağılması üçün deyilmir. Almaniyanın dağılması səhiyyə sisteminin dağılması üçün deyilmir. Almaniya bizim demoqrafik fəlakətdir. Almaniya bugün miqrantlara nifrət eləyələ miqrant dilənirlər. Miqrantlara nifrət eləyələ miqrant dilənirlər. Ölkənin təbii artımı yoxdur. Əhali qocalır. Əhali qocalır və əhali o qədər komfortlu zonadadır ki,
Ümumiyyətlə 100% komfortlu zona inkişafın düşmənidir. 100% komfortlu zona inkişafın düşmənidir. 50% komfort olmalıdır, 50% də ekstremal vəziyyət olmalıdır. Sən daim istəməlisən, can atmalısan. 100% komfort sən dayandın. Ona görə daim nəsə hədəf olmalıdır, ona doğru getməlisən. Ona görə mənim təcrübəmdən və müşahidələrimdən milli dəyəri hər hansı bir qlobal uğura qurban vermək olmaz Çinin simasında. Məyər Çin hansı milli dəyərini qurban verib qlobal uğura ki? Hansı dəyərini qurban verib? Çin bir dövlət deyil. Çin bir sivilizasiyadır. Əgər siz deyirsə mən bir dövlətə gedirəm, elə deməyin. Çin dövlət deyil. Çin başqa bir sivilizasiyadır. Başqa bir sivilizasiya. Bizim eradan əvvəl necə yeyirdilərsə elə də yeyirlər yeməyi. Amma yeməyin də mənası var. Əgər Çinlilər, ərəblər kimi əllə yemək yesələr, dünyada ərzağın qiyməti 10 dəfə qalxar. 5000 illik tarixi var da. 5000 illik tarixi. Bunlar o çöplə ona görə yeyiblər ki, ekonom. Çünki sən o düyünü götürənə qədər sən artıq doyursan da. Amma bir anlığa təzə bunlar əllə yeyirlər. Dünyada düyünün qiyməti 10 dəfə qalxar. Ona görə də hər bir bu işin, yəni bu yeməyin qaydası var. Bunlar hamısı 5000 illik tarixə köçüb gedir. Deyirlər məsələn Çində müəyyən əyalətlərdə it əti yeyirlər. Bizimkilər dərhal deyir ki, 5000 illik tarixdə bunun quraqlığı olub, bunun aclığı olub, əhali yaşamaq uğrunda mübarizəyə öyrəniblər. Məsəl üçün Leningrad blokadasında 2 il blokada oldu. Blokadadan sonra şəhərdə pişik yox idi. İnsanlar 2 il ərzində bütün pişikləri yemişlər də, bu bilirsiniz bunu. 2 il ərzində 5000 illik tarixdə gör nələr baş verir. Yəni bunlar milli mənəvi dəyərlərini qoruyublar, yaşamaq uğrunda mübarizəyə uyğunlaşıblar və indi dünyanın ən nəhəng bir ekonomik dövlətinə çevrilir. Amma ekonomik dövlətdən əvvəl Çin milli dövlətdir. Təşəkkürlər. Yaponiya ekonomik dövlətdən əvvəl nədir? Milli dövlətdir. Amma bunu Fransa haqqında, Almaniya haqqında demək olmaz. Ona görə də milli dəyərlər. Bu milli dəyərlər nədir? Dini dəyərlər. Dil. Bizim ali məktəb ingilis dilli ali məktəbdir. Amma gəlsəz o ingilis dili aha-babasını görə bilməzsiniz. Görə bilərsiniz? Bilirsiniz niyə? Mən daim hər gün deyirəm, uşaqlar, ingilis dili bizim üçün dəyər deyil. İngilis dili vasitədir. Bu vasitəyə yiyələnməlisiniz. Dünyaya hökm etmək üçün, dünyaya daxil olmaq üçün ingilis dilini bilməlisiniz. Amma bu bizim üçün vasitədir. Amma dəyər deyil. Əgər biz ingilis dilini dəyər kimi qəbul etsək, bizim ali məktəbimizin o tələbələri, məzunları artıq bu Azərbaycan kimi düşünə bilməz. Bizim tələbələrimiz ingilis dilini vasitə kimi qəbul edir. Ona görə də mən sizin sualınıza konkret cavab verirəm. Heç bir qlobal uğuru milli dəyərə dəyişmək olmaz. Stat. Bəli. Statın sonu. Təşəkkürlər Əman müəllim. Burada bir neçə təxribatlı sual var. Xoşuma gəlir. Yaxşı suallar göndərsiniz. Amma belə bir sual verim. Biz əslində uğurdan danışırıqsa normalda bir neçə yanaşma var. Mənim sualım belədir. Sistem mi, insan mı? İnsan yönümlü sistem cavabını qəbul eləməyəcəm. Sistem mi, insan mı? Bu sual Elman müəllimin fikirlərindən sonra yarandı, mən əminəm. Çünki məndə də şey var idi ki, 200 ildən sonra məncə ümumiyyətlə dövlət məhfum olmayacaq. Artıq yoxdur. Artıq bir 10 il, 20 il, 30 il əvvələ baxsaydıq, bugün dövlətin sərhədləri çox önəmli idi də. İnsanlar hamı bir-birinin yanındaydı. Çünki fiziki təmas var idi. İndi bütün ailələrdə uşaqların biri Hollandiyadadır, biri Amerikadadır, biri Avstraliyadadır. Amma bu insanlara əziyyət vermir. Çünki sosial şəbəkələr var, görüntülü zənglər var. Bizim dövrdə Amerikada oxuyanda zəngin qiyməti 2 manat idi o vaxtın pulundan. 3 dəqiqə danışanda ayın sonuna bir 5-6 min şey gəlirdi. Hesab gəlirdi. Çox çətin idi. İndi saatlarla açıb qoysan, evdə söhbət eləyirsən. Yəni dünya o qədər qloballaşıbdı ki, artıq sərhədlərin önəmi qalmayıb.
Və mən düşünürəm ki, 100 ildən sonra Avropada artıq sərhəd yoxdur. Artıq keçidlər də rahat sərbəstləşibdir. 20-30 il, 50 ildən sonra bilinmir ümumiyyətlə dövlət məfhumu hansı formada olacaqdır. Yəni o artıq elə bir formata keçibdir ki, artıq sualın şeyinə gətirirəm ki, sistem deyəndə dövlətmi, insanmı sualı burada önəmlidir ki, hansı önəmlidir? Əlbəttə ki, insan. Yəni bugün bizim bir polemikamız var idi. Mən olmadan bağlı bir polemika var idi ki, dövlət inkişaf eləməlidir, insan gecə-gündüz işləməlidir. Nə üçün? Nə üçün? Ki insan daha yaxşı yaşasın. Amma hansı insan? Mən gecə-gündüz işləməliyəm ki, 400 ildən sonra hansı insan daha yaxşı yaşasın? Budurmu formula? Yox, bu deyil. Hər insan özünə cavabdehdir. Hər insan yaşadığı dövrdə xoşbəxt olmalıdır. Bu kontekstdə bir mənalı cavab insandır. Mənə görə dövlətlər də insanın, cəmiyyətin doğru yaşaması üçündür. İnsan dövlətin inkişafı üçün yox, dövlət inkişafın, insanın rifahı üçün fəaliyyət göstərməlidir. Göstərir və göstərməlidir. Bu kontekstdə düşünürəm ki, bu ideya bizdən asılı olsa da, olmasa da illərlə oturuşacaqdır. Bunun qarşısını almaq da mümkün deyil. Mümkün deyil. 100 ildən sonra mən düşünürəm ki, sərhəd ümumiyyətlə olmayacaq. Dövlət formatını dəyişəcəkdir. İnsanlar çox rahat gedəcəklər. Alman burada yaşayacaq, bu Almaniyada yaşayacaq. Çin də 100 ildən sonra olmasa da 150 ildən sonra Çin də təslim olacaqdır. Bu qloballaşmanın qarşısını almaq əlbəttə ki, mümkün deyil. Bu kontekstdə əlbəttə ki, bütün məsələlərin birinci yerində insan dayanır. Hər şey insanın, fərdi insanın, insanlığın yox, fərdi insanın rifahından söhbət gedir. Bugün Azərbaycanda 25-ci ildə yaşayan insan 2050-ci ildə yaşayacaq insanın rifahını düşünməli deyil, öz rifahını düşünməlidir. Çünki o 2050-ci ildə bilinmir. İndiki yaşayan insan olacaq yoxsa yox? Çox güman ki, olmayacaq da, düzdür yoxsa yox? 50 deyirəm 2100-cü ildə. Ona görə də hər bir insan öz xoşbəxtliyini, öz rifahını düşünüb ona uyğun yaşamalıdır və bu kontekstdə də bugün o azad cəmiyyətlər, azad dövlətlər bugün ona yönəlibdir. Ona yönəlibdir ki, orada insanlar daha xoşbəxtlər. Həmin o Hollandiyada, Elmar mənim dediyi, həmin Finlandiyada, Norveçdə bugün xoşbəxtlik indeksinə görə dünyada birinci yerdədirlər. ÜDM-ə görə 20-ci, 30-cu, 50-ci yerdədirlər, amma xoşbəxtliyə görə birinci yerdədirlər və s. Yəni, bugün artıq bəzi göstəricilər qarışıb bir-birinə. Yəni, hansı göstərici daha önəmlidir sualın cavabı artıq bir mənalı deyil. ÜDM-də əsas göstərici artıq deyil. Yəni, bugün hansısa dövlətin maddi rifahı onun insanının rifahına mütənasib şəkildə təsir eləyirsə, bəli. Yox, mütənasib şəkildə təsir eləmirsə, demək ki, artıq ÜDM önəmini itirir. Cəmiyyətin rifahı, insanların rifahı artıq daha önəmli bir metrikə çevrilir. Mən nə cavab verərdim? İnsan yox sistem. Yəni, təbii ki, sistem insana xidmət eləməlidir. Amma sistemsizlik də sonda xaosa gətirib çıxardır. Yəni, sistemsizlik axırda xaosa gətirib çıxardır. Hər yerdə bir disiplin olmalıdır. Mən hesab edirəm. Əgər inkişaf istəyiriksə, hər yerdə bir disiplin olmalıdır. Disiplin olmasa, sistem olmasa, bəşəriyyətin sonu da görsənmir. Mən Mustafa müəllim bir fikrindən mən istərdim, öz fikrimi bildirim. Bəli, Avropada artıq sərhədlər götürülür. Amma 5000 ildir Çin dövləti yaşayır və 150 ildə ona vaxt qoymaq qəti olmaz. Mən Çində bir neçə dəfə olmuşam və şok olmuşam onların müəyyən qaydalarına. Məsələn, Çində avtomobillərin nömrələrin rəngləri var. Məsələn, elektrik işləyən maşınların rəngləri yaşıldır. Benzinlə işləyən tutaq ki, qırmızıdır. Əcnəbilərin getdiyi maşınlara nömrə verirlər qara rəngdə.
Bütün Çinlilər bilir ki, maşında gedən əcnəbidir. Bu bizim dostumuz deyil. Hörmətlə qarşılayırlar, amma ürəklərində bilirlər ki, bu kimdir? Sistem. Siz elə bilirsiniz, Çini Komünist Partiyası idarə edir. Xeyr. Çinin 5000 illik sistemi var. O vaxt imperator adlanıb, indi baş katib adlanır. Sabah da başqa bir nəsə adlanacaq, amma onların bir sistemi var. Yaponiyada həmin vəziyyətdədir. Ümumiyyətlə, Asiya ölkələrin, Avropa ölkələri artıq çox fərqlənirlər. Çox fərqlənirlər. İndi mən başqa bir sual verim sizə. Sizin üçün ailə maraqları, yoxsa fərdi maraqlar? Siz hansını seçərsiniz? Ailə maraqları önəmlidir, yoxsa fərdi maraqlar? 4-cü sənaye inqilabı ailə maraqlarını məhv elədi. İndi sizin övladlarınız ancaq bir şey fikirləşir, özlərini. Amma bizim nəsil üçün ata-ana, ailə maraqları fərdi maraqlardan üstün idi. Ailə maraqları nədir? Mənim təhsilim var, amma atam və anam ağır vəziyyətdədir. Mən onu qurban verirəm, ata-anamın vəziyyətinə görə onun yanında olmalıyam. Fərdi maraqlar nədir? Allah atamın, anamın canını sağ eləsin. Axı mənim öz həyatım var. Mən gedirəm xaricdə oxumağa. Allah atam, anama da can sağlığı versin. Həyatdır da. İndi siz hansını seçərsiniz? Sistemi yoxsa insanı, yoxsa fərdi maraqları, yoxsa ailə maraqlarını? Ay sağ olun. Siz deyirsiniz onu. Amma övladınız insanı seçəcək, sistemi yox. Nə oldu, siz indi insanla danışırsınız, amma özünüzə lazım olanda deyirsiniz ki, yox sistem. Ailə sistemdir yoxsa insandır burada? Necə? Ailə, burada verdiyiniz misallar. Ailə sistemdir. Sistemdir. Okay. Amma insan da ola bilər, də müəllim, yox? İnsan ola bilər, amma faktiki olaraq fərd burada insandır. Amma ailə maraqları bu artıq fərdə aid deyil. Ümumiyyətlə, indi 4-cü sənaye inqilabında, baxın da, 4-cü sənaye inqilabında. 17-18 yaşında uşaqlara baxın. Hamısı özün fikirləşir. Hamısı özün fikirləşir. Buna uyğun sualım var mənim. Səndən istifadə edir, sona qədər. Məsələ həll olundu, yoxdur. Mədəni surətdə yoxdular. Hardadır bunlar? Buradaydılar bunlar. Yoxdular. Çox yüksək səviyyədə yox olublar. Lazım olanda yenə peyda olurlar. Bilirsiniz niyə? Səbəbi. Biz nağıllara qulaq asmışıq. Bunlar pragmatik həyata hazırlanır indidən. Heç indi uşaqlar nağıla qulaq asır. Sən nağıl danışanda deyir, ay ata, nağıl vaxtıdır. Bu üçüncü dünyadan danış. Yəni, ailə maraqları itir, fərdi maraqlar üzə gəlir. Və həmin Avropa. Avropanın evini nə yıxdı? Ailə maraqları bitdi. Komfortlu zona. Ailə, Yaponlar ailəyə bilsin nə deyir? Mənası biz nədir Yaponiyada ailənin? Yox, mənim deyim bilək. Ailə bərabərdir dözüm. Ailə dözüm deməkdir. Ailə yük deməkdir. Ailə məsuliyyət deməkdir. Ailə həyatını, canını qurban versən ailəyə. Ona görə evlənmirlər müəllim. Harda? Yaponiyada. Yaponiyada yox. Yaponiyada ailə çox. Avropada evlənmirlər. Avropada vətəndaşlıq münasibətidir. Məsələn, Hollandiyada 90% vətəndaşlıq nikahı. Salam, əleykum salam. 5 ildən bir, 10 ildən bir. Ona görə də Hollandiya əhalinin tərkibinə baxın. Burada əhali milli tərkib sürətlə dəyişir. Ümumiyyətlə, Avropada niyə dövlətlər itir? Milli tərkib itir da. Milli tərkib itəndən sonra dövlət qala bilər. Dövləti yaradan millətdir. Dövləti yaradan millətdir da. Millət itəndən sonra nə dövlət? Ağzımda deyirəm, Belçikanın 8 min əhalisinin yarısı Mərakeşli, yarısı türkdür. Əhali də arta-arta gedir. Qocalma gedir. 50 ildən sonra Belçika adında dövlət qalmayacaq. Yəni, hətta Almanlar özləri zarafatla deyirlər ki, 50 ildən sonra Almaniya olacaq, Alman-Türk Federativ Respublikası. Fransızlar da deyir, bizdə olacaq Fransa Ərəb Respublikası. Parisin yarısına gedirsən, elə bilsən bizim Əhmədlidir. Aşağıda uşaqlar oynayır. Bu tərəfdə kişilər oturub nərdə oynayırlar. Orada xanımlar yığışıb, orada qışqırırlar ki, Əli, gəl bura. Deyirsən, bura Əhmədlidir. Amma şəhərin başqa bir yerinə gedirsən, Ölüxana. 5-dən sonra, 6-dan sonra şəhər ölüb. Fransızdan yaşadıq məhəllələr məsəl üçün. Yəni, bu onu göstərir ki, biz nəyi seçməliyik? Seçimimiz çətin. Məsələn, mən
Deyəm bu kameraları söndürün daha səmimi olur. Kameraları söndürüyorum. Söndürülə bilər bu ümumiyyətlə. Mən Kameraları söndürürüm. Kamera ümumiyyətlə səmimiyyəti 50% azaldır da ən yaxşı halda. Kameraları söndürür. Mən daha səmimi söhbət yəni təşkilatçılardan tapaq orada. Təşkilatçı Adil müəllim, Vüsal müəllim vardı da, onlardan fikir alaq onunla bağlı. Söndür kameraları. Bir də onların fikrini alaq müəllim. Ümumiyyətlə bu cür tədbirlərdə kameralar lazım deyil. Bizim ali məktəbdə tələbələr heç vaxt telefondan istifadə eləmir. Mən onlara öyrətmişəm. Müsahibin icazəsi olmadan çəkiliş olmamalıdır. Mən icazə verməsəm məni çəkə bilməzsiniz. Bizim tələbələr bunu öyrəniblər artıq. Nətə söhbətdir? Əla. Yəni mən tələbələrimə demişəm ki, necə? Mənim köhnə dostumdur, hə. 30 ilin dostu. Elədir? Deməli söndürdünüz, işıqlar söndü. Xahiş edirəm diqqətlə qulaq. O da sönsün. Siz övladlarınıza da öyrədin. Ümumiyyətlə qəribə bir vəziyyətdir. Gedirik muzeyə. Gedirik meşəyə. Aqır sən meşəyə gəlmisən, göz müalicəsinə da. Sən meşə bir ölkədə yaşayan cəmiyyət daha özünü qorumaq instinktinə malik olub. Və yenə də mənim indi bəlkə də fikirləşəcəksiniz, mən biraz konservativ elementlər var. Xeyr, məndə konservativ elementlər yoxdur. Sadəcə olaraq reallığa uyğun fikirlərimi ifadə edirəm ki, biz öz bu qlobal prosesdə milli dəyərlərimizi ailədə qorumalıyıq, işlədiyimiz yerdə onu tətbiq etməliyik. Yəni, əgər istəyiriksə biz sonda tənha yaşamayaq, tənha qalmayaq, biz öz ailə dəyərlərimizi daim öz övladlarımıza aşılamalıyıq. Yoxsa biz yəni, tək qalacağıq, millət də yavaş-yavaş öz milli dəyərlərini itirəcək və əvəzində başqa cəryanlar gəlib öz ideologiyasını tətbiq edəcək. Yəni, əgər Toğrul müəllim bu cür düşünürsə. Bir dənə çox qəşəng sual var, auditoriyanın sualıdır. Müraciətim ümumidir. Doğrudan sizin suallar yoxsa əvvəldən hazırlanmış suallardır? Yox, ciddi deyirəm. Mənim QR kod var, oradan gəl. Kim sual verib onu, əlin qaldırsın? Əlinizi qaldırası bu sual kim veribsə. Müraciətim ümumidir, başlığından başlayan sizin suallar. Davamlı gətirə bilərsiniz, əgər sual sizindirsə. Toğrul mənim işlərimi pozuram deyəsən. Yox. Deməli, köhnə xasiyyətimdir mənim. Milli dəyərlərlə qlobal biznesə doğru irəliləmək istədiyimizi deyirik. Amma gənclərin qarşısında konkret nümunələr və real yol xəritəsi demək olar ki, yoxdur. Bir çox hallarda balansdan danışırıq, amma praktikada ya birindən imtina edirik, ya da o birini formal saxlayırıq. Sualım budur. Sizcə bu balansı doğrudanmı saxlamaq mümkündürmü? Və əgər mümkündürsə, bu gün bizə real modelləri deyə bilərsinizmi? Qəşəng sualdır. Siz demişsiniz sual qardaşınızdır. Mən yazmamışam ki onu. Yox. Bu yaxınlarda bir neçə gün bundan Koç Universitetinin rektoru mənim qonağım idi. Metin Siddi. 4 gün ondan bir yerdə qaldıq. Adam ömrünün ümumiyyətlə belə deyirlər də, ömür nədir indi? 17 yaşa qədər ömür sayılmır da, yeni etməli, gənclik. Ondan sonra 20 yaşdan 60 ilə qədər bu məhsullar ömür sayılır, məhsullar. 60-dan sonra da ömürdür. Bu ömrünün bütün Yaponiyada və Amerikada yaşayıb. Adam ömrünün bütün Yaponiya və Amerikada yaşayıb. Türkiyə təzə gəlib. Elə bir dünən Karsdan İstanbula gəlib. Akademik tərəfdə deyirəm. Elə bir dünən Karsdan İstanbula gəlib. Sabancı milliliyini də saxlayıb, böyük bir iş adamıdır. Koçun özü. Bu ancaq Türkiyə xidmət eləyir, Türk millətinə xidmət eləyir. Bu da bir nümunə. Mümkün yoxsa mümkün deyil. Çin şirkətlərini götürək, Huawei-in yaradıcısı. Böyük bir, dünyanın ən böyük kampaniyasını yaradıb 87. Düzdür, dövlətin dəstəyi olubdur. Amma gördüyünüz kimi millətə xidmət eləyir, milli dəyərlərini qoruyur, nəhəng də bir şirkət rəhbəri. Yəni görürsünüz, qlobaldan başladıq da. Sonra kimləri çəkək adına? Elə Yahudi milyarderlərini götürək. Hamısı xidmət eləyirlər öz milli dəyərlərinə. Siz baxın, indi bayaqdan Yaponiyada misal çəkək, İsrailin özünü götürək də, Yahudilər. Yahudiləri saxlayan nə oldu? Dövlətləri olmuyor. Sual verəm, 1000 il ərzində nə saxladı onları? Hə?
Milli dəyərlər. Onlarda olan milli dəyərləri, baxın indi biz danışırıq da İslam ölkələrindən filan, yahudilərdə olan milli dəyərləri qorumaq hansı millətlərdə var? Ya İsrail eləyən onun milli dəyərləridir da. Ailə dəyərləri, dini dəyərlər, dilləri, elə deyil. Yəni bu dəyərlər həmişə olubdur, olacaq və davamlı da. Məsələn, Gürcüləri götürək də. Siz bu Əsgər Atası filminə baxmısınız? Bəli. Gürcülərin bir Əsgər Atası filmi var. Bunlar bunu çəkiblər 60-cı illərdə. Orada bir epizod var. Deməli, Maharaca gəlir, Gürcü kəndlisi və Berlini götürən Sovet əskərini, yəni Rus əskərini üzümü tapdaladığına görə bir dənə şapalaq vurur, tankdan aşır yerə. Buna baxan deyir ki, bu nə deməkdir, bu senzura? Hansı bir Gürcü kəndlisi gəlir, Rus əskərini burada şapalaqlayır. Avropanı alan Rus əskərini. Onu nə qədər eləyir, Gürcü rejissoru deyir, onu çıxarda bilmərəm. Mən o filmdən onu çıxarda bilmərəm. Bu filmə icazə vermirlər, bir neçə il icazə vermirlər. Ondan sonra bu filmə baxırlar, deyirlər, yox, bu Ruslar da görürlər ki, bunun qarşısına dura bilmirlər. Deyirlər ki, yaxşı, bu ata şapalağıdır. Ata şilləsidir, bunu qəbul eləyək. Yenə də təkrar edirəm. Baxın da, mən işləyirəm bütün xarici kampaniyalarla da, transmilli şirkətlərlə də. Hamısına da gözəl münasibətlərim var. Məni onlar bilirsin nəyə görə qəbul edirlər, tam səmimi deyirəm. Dostluq münasibətlərimiz var. Milli dəyərlərimə görə. Özümü onlara oxşatsam, mənə salam verməyəcəklər sabah. Özümü onlara oxşatsam, məni qəbul etməyəcəklər. Amma indi əla qəbul edirlər. Hamısında gözəl dostluğum var. BP-nin vitse-prezidenti var, qlobal, Gordon Brill. İkinci adamdır. Bəxtiyar Aslanbəli deyir ki, kabinetində deyir, sən ona verdiyin hədiyyəni gördüm, şok oldum. Çünki Gordon Brill də Şotlanddır. Onu Şotland xarakterindən istifadə edərək münasibət qurduq. Hə. Yəni, məsələn, Şotland, 5 milyon Şotland var dünyada, Böyük Britaniyada. Şotlandiyanın milli dövlətçiliyi yoxdur. Amma bütün dünya Şotlandları tanıyır və qəbul edir. Nəyin hesabına? Bunlar assimilasiya olmadılar ki. 5-600 il ərzində assimilasiya olmadılar ki. Özlərini saxlayıblar. Geyimləri. Biz olsaq utanardıq o geyimi geyməyə. Deyər, ya bu müasir dövrdə ayıb deyil. Sən çiftdə gəzirsən. Yekə kişidir, gör nədə gəzir. 600 il, 1000 il bundan əvvəl necə geyinirlərsə elə də geyinirlər və bunu artıq İngiltərənin bir simvoluna çeviriblər. Bəs niyə o geyimdən imtina eləməyiblər? Sual verirəm sizə. Hə? Qürur duyurlar, Qürur duyurlar. Ona görə də, baxın, gəlin təxribatı bizə çəkməyin, Toğrul müəllim. Mən sual oxuyuram, müəllim, sadəcə. Milli dəyərlər nə onun iş adamına təsir eləməlidir, nə onun vəzifəsinə təsir eləməlidir ki, mən milli dəyərimi qurban edim, daha yüksək nəticə əldə edim. Elə bir məsələ yoxdur. Yəni iş adamları da, biznesdə quranlar da, öz milli dəyərlərində sadiq olanlar daha böyük uğur qazanırlar. Nə ki, deməli, kosmopolit meyllərə gedəndə. Nə uğur qazanır? İtir, hər şey itir daha. Sonda o sənin olmur. Sənin qurduğun, əziyyətlə qurduğun sistem milli dəyər yoxdursa, sənin kosmopolit övladların onu yox edib gedəcək. Qutardı, getdi, bitdi. O sənin olmayacaq. Təşəkkürlər mənim. Sağ olun. Siz bir İtalyan filminə baxmısınız? İtalyan gedir, deməli, Almaniyada iş axtarmağa. Görür ki, maraq çox dəhşətli bir filmdir. Gedir, iş axtarır, bu iş tapa bilmir. Bir Almaniyada yaşayan İtalyan iş adamı milyarder olur. Deyir, mən səni yanımda işə götürəcəm. Bu gəlir bura, İtalyandır da. Görür, bunun həyat yoldaşı başqa bir millətdir. Uşaqları tamam bura salam vermirlər. Uşaqları itlə oynayır, atalarına salam vermir. Bu kasıb İtalyana qərbə gəlir ki, bu uşaq itlə oynayır, atasına salam vermir. Bu gəlir özünü indi deməli buna deyir ki, sən qara saçlı saralt. Almanlar sənə salam versin. Bu saçın zadı qaralır, eləyir. Zaman keçir, görür ki, bu ailə bunun ailəsi deyil, uşaq bunun uşağı deyil. Bu gəlir restorana gəlir, Almaniya ilə İtaliya futbol oynayır. Almanlar İtalyanlara qol vurub yalandan qışqırır. Sonra İtalyanlar 1 qol, 2 qol, bu da saçın zadı deyir ki, mən İtalyanam, mən bu milli qürurumdur.
Yəni bu film çox dəhşətli bir filmdir. Axırda o ailə də məhv olur, falan olur. Qayıdır İtaliyaya, deyir ki 6-7 uşağını yığır. Deyir yenə də siz. Yəni bu gedib mən orada var-dövlət qazanıb ailəmi itirdiyimə, elə mən bu kasıbçılıqla bu ailəmi saxlamalıyam. Təşəkkürlər. Sağ müəllim. Milli nümunə varmı burada müəllim? Mən belə deyək də şeyə bir aydınlıq gətirmək istəyirəm. Bizim bu gün müzakirəmiz milli dəyərlər olmalıdır ya olmalı deyil. Sualın cavabı bir mənalı olmalıdır. Əsas sual odur ki, biz nəyi milli dəyər sayırıq və bunların hansı olmalıdır, hansı olmamalıdır? Sual budur. Əlbəttə ki, dəyərlər olmalıdır. Dəyər olması ümumiyyətlə cəmiyyətə nə ehtiyacı var, ailəyə nə ehtiyacı var, fərdə nə ehtiyacı var? Bu aksiomadır, bu mübahisə olmalı deyil. Əsas sual odur ki, bizim bugün inkişafdan bizi saxlayan psevdo dəyərlərdir. Bəzi məsələləri biz dəyər kimi qəbul edirik, hesab edirik ki, bu milli dəyərdir, bu mütləq olmalıdır. Biz onu ortaya çıxartmalıyıq ki, bu milli dəyər nədir? Milli psevdo dəyər nədir? Önəmli mənə görə sualın cavabı budur. Buna baxmaq lazımdır ki, nə bugün bizi inkişafdan belə deyək də geri qoyur. Məsələ budur. Mütləq ki, orada bizim dəyər saydığımız dəyər olmayan şeylər var. Məsələ budur. İkinci məsələ, önəmli məsələ odur ki, yenə də burada önəmli olan fərddir, yoxsa ki, siz danışanda kameranı söndürürlər, mən danışanda yandırırlar, ona görə biraz məcbur ehtiyatla danışırıq. Önəmli olan burada fərddir, yoxsa ki, yenə də sistem deməyim, dövlət deyim də, sistem əlbəttə ki, önəmlidir. Sistem hər bir şeyin yaranmasında önəmli olan sistemli yanaşmadır. Burada sual yoxdur. Amma sual odur ki, bugün hər bir fərdin xoşbəxtliyi naminədirmi, yoxsa ki, bir fərd hansısa bir məhfumun xoşbəxtliyi naminədirmi? Sual budur. Mənə görə birincidir. Mənə görə hər bir şey bir fərdin xoşbəxtliyi üçün olmalıdır. Bir fərd dediyimiz həm də ailə nəzərdə tutulur, həm də bir cəmiyyətin bir parçası nəzərdə tutulur. Bizim dildə nəsil şeyi vardı, ifadəsi vardı. Bilmirəm, başqa dillərdə o anlamda istifadə olunur yoxsa. Bizim bir nəsil deyə bir şey var ki, qohum-əqraba deyək də. Biz qohum-əqrabasız yaşaya bilərik? Yox. Biz ailəsiz yaşaya bilərik? Yox. Yaşamalı da deyilik. Mən bundan tam razıyam Elmar müəllimlə. Amma önəmli olan burada əsas fokus o ailənin, o fərdin xoşbəxtliyidirmi? Yoxsa ki, o ailə fərd gecə-gündüz işləməlidir ki, onun dövləti uğurlu dövlət olsun. Nə bilim axı, 500 ildən sonra, 700 ildən sonra gələn nəsil o dövlətdə daha qürurlu yaşasın. Budurmu məsələ? Mənə görə yox. Mənə görə hər bir şəxsin xoşbəxtliyi, rifahı onun yaşadığı dövrdə lazımdır. Əks halda mənası nədir? Əks halda mənası nədir? Hər bir şəxsin rifahını qoruyaraq dövləti inkişaf elətdirmək mümkündürmü? Bəli. Bundan söhbət gedir və mənə görə ana hədəf bu olmalıdır. Elə nümunəmiz var bizim. Elə nümunələr əlbəttə var. Yaponiya nümunəsi var. Bəzi dövlətlərin nümunəsi var əlbəttə ki. Çin biraz fərqli nümunədir. Çin bugün imperiyadır. Mən tam razıyam. Çin çox inkişaf eləmiş dövlətdir. Amma mən inanmıram ki, Çinlilər Hollandiya qədər xoşbəxtdir. Mən ona inanmıram. Çinlilər və ya Avropa, Amerikadakı insanlar qədər xoşbəxtdir. Bunlar fərqli şeylərdir. Dövlət olaraq dövlətçilik var. Bəli. Sivilizasiya orada yaranıbdır. Bundan sonra bir neçə yüz illə davam eləyəcək burada. Mən bundan tam razıyam. Amma oranın insanının rifahından söhbət gedir. Onu müqayisədə artıq burada fərqli yanaşmalar ortaya çıxa bilər. Belə bir sual verim. Təxribatçı sualdır. Əvvəldən üzr istəyirəm. Kameranı söndürə bilərsiniz. Deməli, maddi rifahmı, xoşbəxtlikmi? Bu ikisi bir-birinə bağlı məsələdir. Amma əlbəttə ki, daha önəmli xoşbəxtlikdir. Çünki maddi rifahın son nəticəsi heç də həmişə xoşbəxtlik olmur. Siz xoşbəxtlik seçirsiniz. Bəli. Elmar müəllim, siz nə fikirləşirsiniz? Birinci növbədə xoşbəxtlik. Və mən həmişə insanlara uzun ömür yox deyirəm, uzun sağlam ömür arzu edirəm. Sən uzun yaşa, xəstə yaşa. Uzun sağlam ömür. Orta həyat səviyyəsi və xoşbəxtlik.
Yəni maddi rifahın növləri var da. Çox zəngin, həddindən artıq zəngin, orta həyat səviyyəsi və kasıbçılıq. Orta həyat səviyyəsi və xoşbəxtlik. Çünki sən nə isə istəməlisən, nəsə arzu eləməlisən, sən o arzuya çatanda sevinməlisən. Əgər hər şey olanda sevinç hissi itir. Yəni, məsələn, yadınıza gəlirsə, biz uşaq olanda, bir televizor alanda, evə bir televiziya gələndə 2-3 il o televiziyanın sevincini yaşayırdıq. 2-3 il. Təzə bir paltar alanda evdə bir neçə il elə paltarın sevincini yaşayırdıq. Elə həmişə hər gün sevinirdik. Nəsə konfet gəlirdi, sevinirdik. Marujna yeyəndə sevinirdik. Ondan sonra nə bilim təzə paltar alanda sevinirdik. Ayaqqabı alanda, top gələndə sevinirdik. Topu hər şeyə sevinirdik da. Nə qədər sevincli günlərimiz var idi. Deyəcəksiniz ki, məhdudiyyət olub ona görə mən deyirəm ki, zənginlik yox, orta həyat səviyyəsi. Ki nəsə istəyərsən, nəsə çalışarsan, onu əldə edəsən və xoşbəxtlik. Mən belə cavab verdim. Orta həyat səviyyəsi və xoşbəxtlik. Yəni çox zənginlikdə, çox zəngin insanlar yaşamırlar, onu biləsiniz. Çox zəngin insanlar yaşamırlar. Nə edirlər bəs mənim? Mən səhədəm yaşamırlar. Dəqiq birisi yaşamırlar. Yaşamırlar. Orta həyat səviyyəli, xoşbəxt insanlar yaşayır. Çünki evdə gecə rahat yatırlar, bu bir xoşbəxtlik. Səhər tezdən güclə dururlar, bu bir xoşbəxtlik. Yəni şimdi bu, yəni rahat gəzirsən insanlar arasında xoşbəxtlik. Yəni xoşbəxtlik nəyə deyirsiniz? Zənginlik xoşbəxtlik deyil. Orta həyat, bayaqdan indi Finlandiya misal çəkirsiz. Çünki Finlandiya orta bir kapitalizm, sosializm də, ya da Finlandiya, Norvegiya bunlar sosialist ölkələrdir. Burada insan nə qədər çox qazanırsa, bir o qədər çox vergi verir. Ona görə qazanmağa meyilli deyirlər. Deyirəm mən elə xalqa işləyəcəm. Bütün nə qazanırım, vergi get-gedə artır. Yəni mənim fikrim budur. O ki qaldı, bir söz dediniz, Mustafa müəllim. Dünyada ən keyfiyyətli və ən sağlam və ən vacib ərzaq bal sayılır. Bal. Balı kim hasil edir? Yəni bu bal arıları da, bal arıları. Bu bal arılarının idarəetmə sisteminə baxanda şoka düşürsən. Bir ana arı var, bir bal gətirən arılardır. Deməli, bu sistemi Allah Teala necə yaradı və bu sistemi, instinktə baxın. Bal gətirməyən arını yuvaya buraxmırlar. Çöldə qalıb ölür. Ədalətsizliyə baxın. O yazıq bal arısı insana bal hasil eləmədiyinə görə bal arısı bunu qovur. Yuvadan o da ölür. Yəni, bu keyfiyyətli balı hasil etmək üçün fədakarlıq olmasa, qurbanlar olmasa, o keyfiyyətli ərzaq ola bilməz. Ərzaq ola bilməz. İnsanlar, bəli, o dövlətə xidmət eləməlidirlər. Təbii ki, sual həmişə verirsiniz ki, bəli, Hollandiya misalı var, Yaponiya. 17 yaşında olsam, mən də gedərəm Hollandiyada yaşayardım. Mənə desələr 17 yaş, bu dəqiqə 17 yaşında deyərdim, 17 yaşında 3-4 il Hollandiyada yaşayardım. 4-5 il falan yerdə, yaşdaşanda da gəlib Yaponiyada yaşayardım. Yəni hər yaş dövrünün bir istəyi var. Bir istəyi var da, dinamik, enerjili, heç bir sərhədə tanımayan dövr 17-20 yaşındır. Onu da sənə verir Hollandiya. Daha burada narkotik, bir ölkədə ki, narkotika satılır. Ümumiyyətlə, yeniyetməlik dövründə insan hər şey istəyir eləmək, hər şey. Bir ölkədə narkotika satılır. Harada qaldı narkotika qarşı mübarizə? Necə ola bilər? Cümləyə bax, qanunsuz narkotika qarşı dövriyyə mübarizəsi. Yəni, qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə. Cümləyə baxın, qanunsuz narkotik dövriyyəsinə mübarizə. BMT-də bir komitə var. Başa düşmədim. Narkotikanın qanuni dövriyyəsi də var. Qanunsuz narkotika dövriyyəsi. Bu nə deməkdir ki? BMT-də belə bir komitə var. Özdə həmişə o komitənin sədri İtalyanlar olur. Bir dənə ora fini qoymazlar. Aləm qarışır bir-birinə. Ən yaxşı olar bilirlər. Maraqlı danışıram yoxsa yox? Bu belə. Ona görə də fədakarlıq olmalıdır. Onda belə qalanda ana. Bu ana öz həyatını balı ilə qurban verir. Fədakarlıq eləyir da. O fədakarlıq eləməsə, həyatını ona qurban verməsə Mustafa müəllim.
yəni bəşəriyyət dayanar. Bəşəriyyət ümumiyyətlə dayanar. Yəni bu da bir instinkt da. Anaya o instinkti verib Allah Taala, sən övladını qorumalısan. Hə, ananın öz həyatı, bir dəqiqə üzr istəyirəm. Ananın öz həyatı, hə. Mən sizə deyim, orada da sən gərək qızıl orta xətti tutasan. Ananın həyatı, övladının xoşbəxtliyi ona o qədər xoşbəxtlik gətirir ki, əgər o övlad xoşbəxt olursa, uğur qazanırsa, anaya gələn o hissləri heç bir zənginlik verə bilməz. Ona görə də orta bir həm yaşamalısan, həm də gözəl övladlar yetişdirməlisən. Çünki gözəl övladlar sizin yanınızda olanda siz də bir elə qürur hissi keçirə bilərsiniz. Övladınızın hansısa bir uğuru sizə elə bir qürur hissi gətirə bilər ki, o, bax bu gün mən indi bayaq əvvəldən danışdım. Ana xadimə işləyir. Ana xadimə işləyir. Əri rəhmətə gedib. Ana xadimə işləyir, övladı bizdə oxuyur. Hə, bunun övladı indi kuryer işləyir. Kuryer işləyir. Yüksək balla bizdə oxuyur, kimya mühəndisliyi, kuryer işləyir. Mən deyirəm, bəs necə baxır? Deyir, ilk maaşına nənəsinə hədiyyə gətirdi. Sonra hər dəfə maaşını gətirir, mənə verir. O ana o fədakarlıq edib də ömür boyu xadimə işləyib. İndi öz övladından o qürur keçirdir. Onun qiyməti yoxdur. Yəni onun qiyməti yox. Sən bir anaya gətir 50.000 pul ver, o onu elə sevinməz. Amma övladı ki, onu oğlu gəlir, ona o diqqəti yetirir, onun qiyməti yoxdur. Ona görə də dəyərdən danışırıq da, dəyərin qiyməti yoxdur. Bu mənəvi münasibətlərdir. Ata münasibətlərdə. Əgər ata gedəndə sənə bir xeyir-dua verirsə, bunun qiyməti yoxdur. Ata bu dünyadan gedirsə, sənə xeyir-dua verirsə, bu dünyada yoxdur. Deyirlər, Allah insandan razılığını nədən bilə bilərsən? Allah sizdən razıdır. Bunu nədən bilərsən? Ana səndən razıdırsa, valideyn səndən razıdırsa, bilin ki, Allah sizdən razıdır. Çünki ata-anasına münasibəti gözəl olan insanın da insanlara münasibəti gözəl olur. Sən ata-ananın qədrini bilməsən, başqasının qədrini necə bilə biləcəksən? Ona görə də dəyərlər, yəni bizim o dediyimiz o dəyərlərlə biznesə qurban vermək olar. Özə indi Nazim mənim tanıdım. Mən gözümü, yəni mən 52 yaşım var. Mən 2-ci kursdan vəzifədə işləyirəm. Yəni siz uğurlardan danışırsınız da siz. Mən artıq 2-ci kursda Bakı Dövlət Universitetinin Şərbatov tanıyır da məni. Şərbatov. Hə. Mən universitetin 2-ci kursda Bakı Dövlətin 92-ci ildə artıq həmkarlar təşkilatının sədri idim. İndi neçənci ildir? 2025. Sonra 25-26 yaşında oldum Təhsil Naziri müavini. 2011-ci illərdən rektor işləyirəm. Yəni mən o dəyərlərimi qoruyuram və hesab edirəm ki, mənim uğurlarımda eyni zamanda bu dəyərlərə münasibət və dəyərlərə münasibət öz sözünü deyir. Bizneslə məşğul olsaydım, yenə də əminəm ki, uğur qazanacaqdım. Və də uğur qazanan insan hər yerdə uğur qazana bilir. Yəni, indi operator, öz işini bilən operator, peşəkar operator, o elə qiyməti olmayan operatordur. Ya Nazim Şərbatov, tələbəlikdən tanıyıram da. Tələbəlikdən əziyyət çəkir, bu gün də işini qurub, biznesin dəyərlərə sadiqdir. Mən əminəm ki, o öz işinə sadiq olan, dəyərinə sadiqdir, dəyərinə sadiq olan ailəsinə sadiqdir. Yəni, bir sözlə, heç bir uğuru, heç bir biznesi, heç bir nəyi dəyərə qurban vermək olmaz. Mən bunu sizə nəzəriyyədən demirəm, praktikadan deyirəm. Heç bir nəyisə dəyərə qurban vermək olmaz. Yəni, qurban vermək olmaz. Təşəkkür edirəm. Bir dənə yaxşı sual var. Aktual sualdır. Sonra 2-3 dənə sualda auditoriyadan alırıq. Suallarınız varsa, hamının eşitməli olduğu sual var kimdəsə? Sizdə? Yox? Yaxşı, mən sual verəcəm. Deməli, bir dənə sual var. Xaricdə yaşamaq milli dəyərlərimizi yaşatmağa nə qədər dərəcədə təsir göstərir? Mustafa müəllim. Xaricdə yaşamaq. Siz yaşamısınız, təhsil almısınız, praktikanız var. Əslində xaricdə yaşayanda adam milli dəyərlərin dəyərini daha çox bilir. Müsbəti, mənfini daha rahat seçə bilir. Bu bir mənalıdır. Xaricdə yaşamaq əlbəttə ki, hər bir prosesin müsbəti, mənfisi var. İndi biz bəzi hallarda diasporadan danışırıq, bəzi hallarda çox tez-tez müzakirə olunur ki, Azərbaycanın gəncləri gedib xaricdə oxuyub orada qalsa nə olar, bunun müsbəti nədir, mənfisi nədir? Əsas odur ki, o prosesi düzgün idarə edəndə müsbəti daha çox olur.
düzgün idarə edə bilmənin də mənfisi. Əgər o insan xaricə gedirsə, peşəkar bir mütəxəssisə çevrilirsə və Azərbaycanı doğru şəkildə diaspora olaraq təmsil eləyirsə və Azərbaycana bir töhfəsi varsa, bu müsbətdir. Yox, Azərbaycanı unudursa, assimilyasiya olur, gedib başqa bir millətin bir parçası olursa, əlbəttə ki, bu Azərbaycan üçün itkidir. Yəni, bu nöqteyi nəzərdən bugün xaricdə olub Azərbaycanın dəyərlərini anlamaq əlbəttə ki, daha rahatdır. Müsbətini də, mənfisini də. Bugün nisbətən gənclər onun mənfisini daha çox anlayır, nisbətən olğun insanlar onun müsbətini daha çox anlayır. Burada hər bir məsələnin proporsiyası önəmlidir də. Bayaq dediyimiz məsələdə hər bir şeyin qızıl ortası olmalıdır və yenə də biz hər bir məsələdə baxmalıyıq ki, nə bizi inkişafdan saxlayır, nə bizim inkişafımıza dəlalət edir. Xaricdə olduqda biz onu çox rahat şəkildə müqayisə edə bilirik. Yaxşı təhlili, yaxşı belə deyək də analitik düşüncəsi olan adamlar çox rahat şəkildə onun fərqinə vara bilirlər ki, hansı dəyər bizi qabağa aparır, hansı dəyər bizi arxada saxlayır. Əlbəttə ki, qabağa aparan bütün dəyərlərin arxasından getmək olmaz. Yəni burada müəyyən prioritetlər də önəmlidir. Amma əsas məsələ odur ki, xarici mühitdə insan təhlil eləmək və müqayisə etmək imkanı olur. Daha belə deyək, ağıllı insanlar ondan daha müdrik formada yararlanır, digərləri də fərqli formada. Təşəkkürlər. Ömər müəllim. Mən Mustafa müəllimin cavabından razıyam. Şükür. Tolunam, sən bir sual vermək istəyirəm, təxribati. Buyurun müəllim. Yerlərimizi dəyişdik. Deməli, Zidanın yerində olsan nə edərdin? Vurardım. Gözləməzdim sizdən. Yəni vurardınız. Yəni Vurardım. siz qızıl medalı dünya çempionatını qurban verərdiniz dəyərlərə. Orada fərqli dəyərlər öz sözün deyir də. Yox da, Nəticə sual. dəyər. Siz dünya çempionatı, yəni qızıl medal əlindədir də sənin. Qızıl medal əlindədir. Burada da dəyər. İkisi də dəyərdir müəllim. Yox, qızıl medal dəyər deyil. Dəyər Zidane elədiyidir. Qızıl medal artıq sistem deyil. Qızıl medal artıq ağıldır. O ağılla eləmədi. O onu dəyərinə görə getdi ona. Yox, mən Toğrul müəllimə sual verim, aradan çıxmasın. Yəni siz seçərdiniz vurmağı. Onun yerində olmamışam. Ehtimal ki, nəsə eləyərdim onu orada. Yox da, yox. Vurardım. Deməli siz qızıl medalı buraxır. Bəli, siz Azərbaycanlı olaraq bunu eləyərdiniz. Amma məsələn Fin onu eləməzdi. Ağzından gələn danışırdı, cəhənnəmə danışsın. Fin onu eləməzdi. Norveçli də eləməzdi, İsveçli də eləməzdi. Çinlilərlə də Yaponlar müdür hissəsinə keçərdi oradan. Müdür hissəsinə. Amma Zidane elədi. Çünki dəyərlər onun üçün önəmli idi və maraqlıdır. Anası da deməkdən ki, səhv eləmirsən, dedi düz eləmirsən oğlum. Amma əvəzində Zidane nə qazandı? Əfsanə. Gör nə qədər futbolçular gəlir, gedir. Çünki Avropanın görmədiyini Zidane elədi. Sizə bir söz deyim, bax. Baxın, bu Avropada bu sənət aləmində bir Celentano var, Adriano Celentano. Bir də Alain Delon. Avropa xanımları həmişə Celentano'nu daha çox seviblər. Çünki Celentano'nun prinsipləri olub, özünə məxsusluğu olub, kobudluğu olub, kifayət qədər. Amma öz ailəsinə sadiq olub. Onun bu gün də həyat yoldaşı yanındadır. Amma Celentano da onun həyat yoldaşı olub. Artıq Celentano 86 yaşı var, əfsanədir. Celentano eləyən onun dəyərləri, prinsipləridir. Amma Alain Delon elə əfsanə ola bilmədi. Çünki prinsipləri yox idi. Oradan ora. Amma Celentano görürsünüz əfsanədir. Avropa xanımlarının bir
Xarizması var da, bu xarizmatik bir insandır. Gözəl deyil, xarizması var. Zidane. Bayaq o dostumuz sual verdi. Görürsüz Zidane. Hər şeyi qurban verdi, dəyərləri götürdü, amma əfsanədir. Legendadır da. Zidane, razısınız mənə? Zidane əfsanədir. Çünki Zidane'dır, bu özüdür da, bunun özüdür. Bu özünü göstərir ki, mənəm, mən politiklə məşğul olmadım, sünnilə məşğul olmadım. Dedi, cavabını verdim, oldu Zidane. Yəni bu məsələlər var ki, ona görə də insan nə qədər özü olursa, ətraf onu daha çox hörmət edəcək. Ətraf onu daha çox hörmət edir, o da gəlir dəyərlər. Dəyər indi biz deyirik də, dəyərlər, dini dəyərlər, bu da bir dəyərdir. Bu da ümumiyyətlə dəyərlər toplusu var da. Burada təkcə ailə münasibətləri getmir ki, ailə münasibətləri, dini dəyər, dil özü bir dəyərdir. Dil özü bir dəyərdir. Sən tarixi bilmək özü bir dəyərdir. Sən tarixi hörmət etmək bu dəyərdir. Bunlar hamısı dəyərlər toplusudur. Bu hamısı gəlir birləşir və sən bir milli şəxsiyyət olaraq milli dövlətçiliyə arı kimi xidmət edirsən. Arı kimi xidmət edirsən. Fədakarcasına. Bal verən arı kimi. Bal verməsən sən qalacaqsan. Evə buraxılan arı kimi. Nə? Evinə buraxılan arı kimi. Evinə ona görə buraxılırsan, sən xidmət edirsən. Xidmət eləmirsə getməlisən, sən məhsul verməlisən. Bəli, təbii ki, o arılardan referendum keçsə, onlar da narazı qalacaqlar. O arılardan sual versən, onlar da narazı ki, belə həyat olar. Ömür boyu sən elə çiçəkdən bal toplayırsan, bu ana arı da elə bizi burada saxlayır. Təbii ki, onlar da razı ola bilməzlər. Amma bəşəriyyətə xidmət edirlər. Yəni bəşəriyyət də onun hesabına qalıb. Əgər bu xidmət olmasa, bəşəriyyət sonu olar. Yəni biz deyək ki, yəni işləməyə necə bu bəşəriyyət inkişaf edə bilər? Yenə də təkrar edirəm. Bu gün əgər Avropalılar, bayaq deyilsə Avropalılar, xoşbəxt Avropalılar gedib ölkələrdə miqrant dilənirsə, bu necə xoşbəxt olar 50 ildən sonra? Miqrant dilənlər də bunlar. Özləri sevməyə. Başqa yolları da yoxdur. Özləri işləmək istəmirlər. Bal gətirmirlər. Gedirlər o ölkələrdən çıxmaq istəmirlər. Milyonlarla miqrant gətirirlər. 30 il bundan əvvəl Fransa futbol klubunun deməli baxırdım futbol klubuna. Hamısı fransızlar idi, Michel Platini komandası. İndi 30 ildən sonra baxırsan Senegal komandası, Fransa altına yazır Fransa yığma komandası. Artıq bu Afrika komandası deyil, bu Fransanın komandası deyil ki. Belə, yəni bu budur da, vəziyyət belədir. Mən bir dənə son sual verim icazənizlə. Sualım insan inkişafına bəlkə... Üzrən, Tol müəllim. Buyurun müəllim. Yaxşı, sizin aranızda kim Zidane olmaq istəyər məsəl üçün? Zidane'ın yerində. Yəni vurmaq istəyər, yəni. Yəni Zidane. O moment, o anda kim Zidane olmaq istəyər? Hamı Zidane, bizdə hamı Zidane olmaq istəyər. Yəni artıq beyin donur. Sən öz deməli nəyi qoruyursan orada? Chest. Şərəf, ləyaqət. Hə, şərəfi qoruyursan. Şərəf üçün görün Rusiyanın özündə nə qədər duellər olub. Bəli. Bir dənə sözə görə şərəf. Hə, ona görə də amma yenə deyirəm, bir çox xalqlar onu eləməz. Ermənim 100 milyon sərvət olanda şərəfi qorumaq çox asandır. Yəni Zidane'ın timsalında o sərvəti var, dünyada istədiyi uğuru var. O həmin o addımı orada qərar vermək çox rahat idi ki, o artıq belə deyək də şeyi seçirdi. Mustafa müəllim, o qərarı vermir ki, o instinktiv elədi onu. O orada oturub fikirləşmir, 100 milyonum var, mən bunu vursam 5 milyon da buradan itirəcəm. O instinktivdir. İnstinktivdə isə o durub 15 saniyə saysaydı bəlkə də hə. O instinktiv onu elədi. Onun dilənçi də olsaydı, kasıb da olsaydı, 100 milyon da olsaydı o addım atacaqdı. Çünki yəni bu ondakı o genetik element o dərhal qərar vermir, o dərhal eləyir. Bəli, Çinlilər amma Çinlilər düşünəcək. Bizə ümumiyyətlə var bic insanlar, ağıllı insanlar, müdrik insanlar. Bu Çinlilərdə, bu Asiyalarda müdriklik daha çoxdur. Bunlar daha çox düşünürlər. Siz fikir verirsiniz, Çin xarici siyasətində nə qədər bunlar müdrik addımlar atırlar. Elə Yaponların özləri də, bax, elə Vyetnamları götürək, o Asiya xalqlarıdır da. İlk baxışdan biz baxarıq ki, Vyetnamlılardır da bunlar. Amma Vyetnamlar 100 il vuruşdular. Fransızlarla vuruşdular, fransızlar qaçdı oradan. İngilislərlə vuruşdular, ingilislər qaçdı oradan. Amerikanlar gəldi, amerikanlar vuruşdular, amerikanlar qaçdı. Mən Vyetnamda olmuşam. Nə qədər sadə xalqdır.
bir dəfə dünyanın gözünə göstərməyiblər ki, biz 5 Təhlükəsizlik Şurasının üzvü olan 5 dövlətin 4-ünlə vuruşmuşuq. Amerikanlarla, İngilislərlə, Fransızlarla, Çinlilərlə. Bir dəfə göstəriblər özlərini ki, biz belə qəhrəman millətik. Amma sadə bir insanlardır. Gedirsən, yəni evlərinə gedirsən, hər şey, yeməklə, hər şey, yəni sadə bir insanlardır da. Müdrik insanlardır onlar. Yəni onlar ağıllı insanlar olduqlarına görə milli dəyərləri dəhşət, kodları güclüdür da. Bunların kodları, milli kodu onlarda dəhşətdir. Yəni harda olursa nə oldu? Çinlilərdir, Yaponlardır, Koreyalılardır, elə götürək, Singapurlarda Çinlilərdir. Bu baxımdan maraqlı sual qoydunuz ortalığa və hesab edirəm ki, o pul əksinə Zidan maliyyə adamı deyil. Onlar hamısı məsələn Fidel Castro Kubanın ən zəngin adamı olub, bilirsiniz? Kubanın yarısı Castro ailəsinin olub. Onu bilirsiniz yoxsa yox? Belə inqilabçı olmayıb. Castro milyoner, desəz milyarder olub. Kubanın yarısı onların olub. Amma bir gün gəlib atasına deyib, ata, sən ədalətsiz adamsan. Deyib, niyə? Deyib, Kubanın yarısı necə bizim ola bilər? Yəni inqilabçı olub da, çevriliş edib, devrim yapıb. İndi bəli, indi Kubada insanların vəziyyəti, mən Kubada da olmuşam. Kasıb bir ölkədir. Amma hamı deyib gülür, xoşbəxtdirlər. Mən bir də Təhsil sektoru normaldır, səhiyyə sektoru normaldır, amma kasıbçılıqdır da. İndi sabah biz Kuba başqa cür olsa, ora Amerikanın keyfxanasıdır. Yəni hazır keyfxana bir yeri olub vaxtilə, yəni həmin vəziyyətdə qayıdacaq. Amma Kubalılar, bəli, soruşsan da, soruşmuşuq da, orada məsəl üçün $100 olana deyirlər, bu zəngin adam hardan gəlib çıxıb bura. Yəni pul mahiyyəti yoxdur. Amma Olimpiyadada yenə Kubalı əfsanə olaraq getdi. 5 dəfə Olimpiya çempionu olan şəxs öz dəyərlərini neçə milyona sata bilərdi? Hansı ölkə onu ala bilməzdi? Santos? Adı neydi onun? Santos idi. O şəxs taparıq. Güləşçi də, baxdınızda Bəli, 5 qat Olimpiya çempionu. Dünyada yeganə 5 qat Olimpiya çempionuydu. Ona görə əfsanə oldu ki, o dəyərlərini satmadı. Mənim bir dənə sualım var icazənizlə. Necə? Üzr istəyirəm. Yox, amma o döyüşmədi da. Döyüşmədi, deyil. Onu Saudi Ərəbistan'da almaq istəyərdi, Birləşmiş Ərəb Əmirlikdə almaq istəyərdi, gedib zənginləşə bilərdi. Amma o sona qədər vuruşdu Kuba bayrağı altında, ayaqqabısını çəkməsini öpdü, getdi, oldu tarix və əfsanə. Həyatında yaşayır. Əfsanəni əfsanə eləmək üçün sonda bir dənə əfsanəvi sual var, amma çətin sualdır. Deməli, hazırsınız auditoriya? Bir dənə xahiş edirəm, mənə həvəs göstərin biraz. Həll çala bilərsiniz əslində. Deməli, sual belədir. Xoşbəxt olmaq üçün verdiyiniz ən yaxşı 3 qərar nə olub? Yox, sizə verirəm. Auditoriyada biraz bizə kömək eləsin. Yəni məncə bu son sualdır. Biz insan inkişafından danışırıq. Normalda bizim attığımız addımların axırında gözləntimiz ehtimal ki, xoşbəxt olmaqdır da. Özünü təsdiq, nəsə nailiyyət və xoşbəxtlik. Amma bu sual insan inkişafına bağlı olmaya bilər, amma həqiqətən hansı addımlar atmısınız ki, deyirsiniz ki, bax bu həqiqətən məni xoşbəxt elədi və təklif edirsiniz ki, insanlar da həyatlarında bunu tətbiq eləsinlər. 1-3 addım arası məsləhət nə ola bilər ki, bu sizi daha çox xoşbəxt elədi? Bu sual mənim. Çəkməyin. Adam deyir ki, çəkəndə çəkməyin. Mənə görə xoşbəxtlik özü də bir hədəfdir. Mən bu fikri səsləndirmişəm, düşünürəm ki, bir neçə dəfə. Xoşbəxtliyin özü üçün də əziyyət çəkmək lazımdır. Yəni xoşbəxtlik biz indi burada bir sadə onun formulasını tapa bilməyəcəyik. Bütün filosoflar, bütün mütəfəkkirlər tarix boyu bunun üzərində düşünüblər, həyatlarını sərf ediblər. Xoşbəxtlik əslində çox çətin məsələdir və sonda bu sualın verilməsində bir məntiqi nəticəsi var, mən onu başa düşürəm. Tam yerində bir məsələdir. Çünki ümumi müzakirəyə baxanda, yəni biz burada fərdi
xoşbəxtliyi əsas götürməliyik, yoxsa ki, ümumi belə deyək də cəmiyyətin bir mənfəətini? Mən öz fikrimdə qalıram. Mən öz fikrimdə qalıram ki, insanın ali hədəfi xoşbəxt olmaqdır. Özünü və ətrafını. Şərq cəmiyyətlərində ətraf daha genişdir, ailə, bayaq dediyimiz nəsil, qohum-əqrəba və s. Qərb cəmiyyətlərində bu daha çox individuallaşır. Həm mən Elmar məndən bu hissədə tam razıyam ki, bu individuallaşmanın mən tərəfdarı deyiləm. Nə qədər insan kollektiv şəkildə xoşbəxt ola bilirsə, o qədər yaxşıdır. Çünki həyatın müxtəlif dövrləri var. Xüsusilə yaşlı dövrlərdə kollektiv xoşbəxtlik fərdi xoşbəxtlikdən daha vacib bir forma alır. Ona görə kollektiv xoşbəxtlik çox vacibdir. Amma hər bir halda sual burada ailə xoşbəxtliyi desək də bu mu olmalıdır, yoxsa ümumi dövlətin rifahı mı olmalıdır? Bayaq dediyimiz o arı misalında arıların ömrü səhv eləmirəmsə günlərlə də bir ay yaşayırlar. 25 gün, bir ay yaşayırlar. Onların həyatdakı rolu özlərini xoşbəxt eləmək deyil, digərlərini xoşbəxt eləməkdir. Yəni, bu timsalda bugün dövlətlər var ki, onların məqsədi öz belə deyək də öz sakinini xoşbəxt eləmək deyil. Əgər 50 il bundan əvvəl dövlətlərin metriki ÜDM idisə, ümumi daxili məhsul idisə, bir dövr sonra gördülər ki, ümumi ÜDM əsas göstərici deyil. Sonra dedilər ki, adam başına düşən ÜDM daha vacib olar. Bir müddət onunla getdi. Amma bugün dövlətlər görür ki, o da göstərici deyil. Adam başına düşən ÜDM-in rəqəmi də insanın xoşbəxtliyinə birbaşa təsir eləmir. Və bu misalda biz görürük ki, hansısa kiçik dövlətlərin, nə bilim axı, Avropanın və ya digər qərb dövlətlərin kiçik əhalisi var, iqtisadiyyatı belə deyək də orta səviyyədədir. Orada rifah iqtisadiyyatı indeksi, well-being deyir ingilislər, o metrik artıq belə deyək də önəmli bir şey alıbdır. Göstərici alıbdır ki, artıq dövlətlər üçün vacib məsələ dövlətin ÜDM-i yox, insanın rifah indeksi önəmlidir. Biz bugün baxmalıyıq ki, biz dövlətin ÜDM-i dalından qaçmalıyıq, yoxsa ki, insanın rifah indeksi baxımından da. Yəni, önəmli sual budur. Əlbəttə ki, dövlət deyəcək ki, o, çünki dövlətdə orada başqa korporativ maraqlar var. Amma insan nəyi deməlidir? İnsan hansının dalından qaçmalıdır? Başqalarının marağına xidmət eləməli, yoxsa xoşbəxtliyinə? Mənə görə ikincidir. Və mən hesab eləyirəm ki, bunu belə deyək də müdrikliklə istifadə edib hər ikisini eyni anda eləmək mümkündür. Bizim məqsədimiz bu olmalıdır ki, biz dövlət olaraq da inkişaf eləyək, cəmiyyət olaraq da inkişaf eləyək, fərd olaraq da xoşbəxt olaq. Öz xoşbəxtliyimizi kimlərinsə maraqlarına qurban verməyək. Hədəf mənə görə budur və xoşbəxtliyin sirri də mənə görə budur. Xoşbəxtlik üçün 3 addım. Hansı ki özünüz eləmisiniz? Birincisi təfəkkür dəyişikliyidir. Yəni bizim xoşbəxtliyimiz bizim əlimizdədir. Biz özümüzü bədbəxt sayırıq ki, filan kəsdə filan şey var, məndə yoxdur. O bizim əlimizdədir. Biz o beynimizdən onu qopardan kimi biz xoşbəxt oluruq. Niyə bugün ən kasıb geçsə, bax həmin Hindistana, Elmar mənim dediyi, oradakı uşaqlar var barədə, bizdən vallahi xoşbəxtdirlər. Afrikaya gedə acından ölürlər uşaqlar, amma bayırda top oynayır, xoşbəxtdir. Çünki onların əllərində olanlarla onların gözləntiləri düz mütənasibdir. Bizim gözləntimiz xüsusilə belə cəmiyyətlərdə qonşuya baxıb daha çox olduğu üçün biz bədbəxtik. Biz deyirik ki, niyə filan kəsdə filan şey var, məndə yoxdur. Bizi həmişə o sıxır, biz həmişə olmayanın dalından qaçırıq. Amma biz beynimizdə müəyyən bir o stereotipi qırsaq, əslində insanların xoşbəxtliyi öz əlindədir. Əksər hallarda, indi Allah uzaq eləsin, ölkələr var ki, göydən bomba tökülür, orada xoşbəxt olmaq çox çətindir. Min şükür ki, bugün Azərbaycan kimi ölkədə yaşayırıq. Min şükür ki, bugün Azərbaycanın belə deyək də dövlətçiliyi, iqtisadiyyatı və cəmiyyətə olan yanaşma 100-200 dövlətdən bəlkə də 180-dən daha yaxşıdır. Biz buna şükür eləməliyik, bizim dövlətçiliyimizə. Bu ölkədə hesab eləyirəm ki, bugün xoşbəxt olmayan insanların
90%-ını təfəkkür dəyişməklə xoşbəxt eləmək olar. Və bu da insanların əlindədir. Təşəkkürlər. Elmar müəllim, özünüzün də tətbiq etdiyiniz 3 dənə addım nə ola bilər? Mən bir söz deyim də. Bəzi məqamlar var ki, bax məsələn 3 deməyəcəm də indi. Ümumiyyətlə hər bir insan çalışmalıdır ki, orta həyat səviyyəsini təmin etsin. Və bunun üçün uğraşmaq lazımdır. Çalışmaq lazımdır. 17 yaşlı, 18 yaşlı uşağa deyəndə ki, gəncə xoşbəxt olub başa düşmür xoşbəxtlik nədir. 17 yaşında gənclə xoşbəxtliyi onun həyatı yeni başlayır. O xoşbəxtlik haqqında düşünmür. O artıq o xoşbəxt həyat, ya da 17 yaşlı insan xoşbəxt həyat qurmaq uğrunda mübarizə aparmır. Onun qarşısında o qədər suallar var ki, onların o problemləri həll etməlidir. Müəyyən yaş keçəndən sonra 40-50 yaşda artıq sən xoşbəxtliyin nə olduğunu dərk edirsən. Bəzən deyirlər xoşbəxtlik nədir? Hə, səhər sevinə-sevinə işə gedən, evə də axşam sevinə-sevinə gələnə xoşbəxt deyirlər. Bax belə fikir var. Yəqin eşitmisiniz. Səhər işə sevinə-sevinə gedib axşam evinə sevinə-sevinə gələnə xoşbəxt deyirlər. Təbiidir ki, tam xoşbəxtlik üçün gözəl işin olmalıdır. Sevimli işin olmalıdır. Sən işi sevməlisən. Ürəyinizə dedim, ona görə gülürsünüz də. Hə, işi sevməlisən. Hər bir işdə işi sevməlisən. İşi sevdin, iş sənə uğur gətirəcək. Sevməyə yeməyi necə yeyə bilərsən? Ac qalmamaq üçün. Yox, yeməyi necə... Sən yeməyi elə yeməlisən ki, ətrafdakı tox adamlar iştaha gəlsin. Ətrafdakı tox adamlar iştaha gəlsin. Yəni, işi də elə görməlisən də, ətrafda sən desinlər ki, bu işi necə dəhşət sevir. Yəni, işi sevməlisən. Bu bir. İşi sevdi, səbəbi ki, iş sənə uğur gətirəcək. Deməli, xoşbəxtlik üçün birinci növbədə sən öz karyer var qurmalısan. Karyer avı. Mən praktik danışıram sizdən. Karyer avı qurmalısan. Çünki sənin karyeran sənin həyat səviyyəni təmin etməlidir. Sənin normal həyat səviyyən olmalıdır ki, sən öz ailəvi təmin edəsən. Ona görə də birinci, sən gənclik illərindən çalışmalısan, sən müəyyən karyeravi həll etməlisən və sənin həyat səviyyəni, bir orta həyat səviyyəni qurmalısan və təbiidir ki, ailə qurmaq. Bu, xoşbəxtliyin əsas sütunudur, ailə qurmaq. Ailəni necə qurmaq? Ürəyin hökmünə, yoxsa beynin? Ürək yoxsa beyin? Görürsünüz, ürək və beyin. 100% ürək olursa məcnun. O da katastrofadır. 100% beyin oldu, o da olursan robot. Təbii ki, sən düşünməlisən ki, sən bu qızı sevirsən, ürəyin istəyir. Amma görürsən ki, bu səndən alınmaz, xarakter baxımından, xasiyyət baxımından. Ona görə təbii ki, ürək və beynin burada mix olmalıdır. Mən sizdən razıyam. Gözəl ailə qurmalısan. 2. Gözəl, sevimli işin, karyeran, ailə. İşin var, ailən yoxdur, boş şeydir. Ailən var, işin yoxdur, çətinlikdir. Deməli, nə gəlir? İşin və ailən. 3-cü, dayanmağı bacarmalısan. Təyyarə qalxır ha, nə qədər əziyyətdən qalxır, riskdir də başdan ayağa. Təyyarə qalxır, riskdən qalxır. Elə sən təyyarədə elə 20 dəqiqə kəlmə şəhadəti və oxuyuqa gelirsən ki, bunda bax, elə sirkələnə gedir. O müəyyən yüksəlişi alır, səs gəlir ha, dınq. Onda sən açırsan, uzun müddət gedirsən də, düzdürmü? Bax, mən həmişə həyatı buna bənzədirəm. Çətinliklə qalxmalısan. Yüksəkliyə çatdınsa, sən uzun müddət getməlisən və sonda ləyaqətli enişin olmalıdır. Çünki hamının başlanğıc kimi son olmalıdır da, düzdürmü? Sən rahat, komfortla, yəni eniş etməlisən, yəni bitdi.
o bitmə nöqtəsi də eniş olmalıdır. Yəni o da rahat olmalıdır. Komfortla getməlisən. Onu da mən deyirəm ki, demotivasiya eləmirəm sizi. Yox, yox. Görürsüz, hətta son nöqtəni də elə dedim, adam həvəsləndi, düzdürmü? Ölmək üçün həvəsləndi. Görürsüz, hə. Yəni o da normal və o da yəni xoşbəxt getməlisən, rahat getməlisən. Yəni xoşbəxt getmək özü xoşbəxtlikdir. Xoşbəxt getməyin özü bir xoşbəxtlikdir. Və sadəcə olaraq o yüksəklikdə daha yüksəyə qalxmamalısan. Elə avtopilotla getməlisən. Xoşbəxtlik formulu budur. Təşəkkür edirəm. Məncə çox maraqlı cavablar oldu. Spikerlər həqiqətən çox bəzən gördünüz çorta getmişdim, düşünürdüm də həqiqətən də. Düzdür, təxribat suallarda fikirləşdim, amma məncə cavablar çox keyfiyyətli oldu. Məncə spikerlərimiz həqiqətən ürəkdən əl çala bilərik. Çox maraqlı. Axşam ağır qrafiklə vaxt ayırdınız, gəldiniz. Həqiqətən bu çox dəyərlidir. Mən inanıram ki, biz insan inkişafı forumundan və yaxud da ümumiyyətlə insan inkişafı konsepsiyasından, milli kod formatında belə sizin kimi dəyərli insanlar təcrübələrini bölüşməlidirlər ki, biz gənclər, özümə gənc deyə bilərəm burada. Biz gənclər buradan yararlanaq. Siz gənc yox, lap uşaqsınız. Qəbul, müəllim, qəbul. Deməli 22-25 yaşında mənə kim uşaq deyir də acığıma gəlirdi. İndi 52 yaşında kim mənə uşaq deyir, kompliment kimi qəbul edirəm. İndi lap siz qəbul. Siz gənc yox, lap uşaqsınız. Gəlin Toğrul müəllimi də alqışlayaq. Təşəkkür edirəm. Çox sağ olun müəllim. Təşəkkür edirəm. Çox sağ olun, dəvət elədiniz. Bu gün səhər saat 8-dən iş başındayam. Amma görürsüz, enerjimiz zəif deyil, hə? Şərbatov, hələm. Yəni mən hamıya, bizim o tələbələrimiz, üzrə kollektivimə deyirəm ki, nə vaxt mən zəifləsəm, onda siz məndən güclü ola bilərsiniz. Amma nə qədər enerji, dinamik sizdən güclüyəmsə, dinamikim, mən onlara motivasiya verməliyəm da. İndi mənim bir dənə sizə sualım var. Nə ürəyinizdə olan bir sual varsa, məsələn, sual verəsiniz ki, nə qane eləmədi bizim sualımız, nə qane eləmədi bizim cavabımız. Məsələn, deyin. Nəyi tamamlamaq? Təhsili tamamlamaq. Karyera böyük bir kompleksdir. Onun içində təhsil, onun içində təlim, onun içində bacarıqlar, onun içində gecə-gündüz çalışmaq. Mən ümumi dedim karyera əldə eləmək. Karyera əldə eləmək üçün sən bütün o etaplardan keçməlisən də. Siz indi tamamlamamısınız hələ? 4-cü təhsilinizi alırsınız. Yaxşı, 1-ci təhsiliniz nədir? Valideynləri çaşdırdı, hara getdiniz? Aha. O harda oxudunuz? Aha. 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 Təhsil idarə edilməsindən daxil olmusunuz? Yox, adada hara daxil oldunuz? Qazax filialına. Aha. Mən gələ bilmədim öz tədbirə, gələcəkdim hə. Fariz müəllim tədbiri, bilsədim gələrdim hə. Bilirəm, İqtisadiyyat Naziri müavini oradaydı. Köhnə deməyin. Biraz deyin konservativ elementlər var, hə. Çünki konservativ element olanda deyirsən, hə, nə olsun, ingilislər də konservativdir də, hə.
Mən uğursuz demədim. Mən bir də üzr istəyirəm. Başlanğıc üçün deyə bilərəm ki, biz icazənizlə bizim məşğulluq agentliyində çalışdığımız vaxtda ölkədə ilk dəfə olaraq qurduğumuz karyera planlaması xidməti var. Alo Karyera. Tamamilə pulsuzdur. Mən təşviq edirəm ki, və çox xahiş edirəm ki, siz ora müraciət edəsiniz. Biz sizə tam dəstək olacağıq hər istiqamətdə. Evləndirməyə söz vermirəm. Amma ki, karyera istiqamətində, məncə fikirləşmək olar onu. Amma hər halda düşünürəm ki, xüsusən bu qədər oxumaqda orada bəzi məsələləri bir neçə suala cavablandırırsınız, məncə yerinə oturacaqdır. İndi daha yaxşı yollar var. Onu inşallah biz tam ödənişsiz yeriyəmişəm. Hə, Eman müəllim. Evlənəkmi, evlənməyəkmi? Gəlin belə danışaq da. Adınız nədir? Adilə xanım. Adilə xanım, siz yəni birincisi axtarışlardasınız, mən belə başa düşürəm. Yəni karyera ilə bağlı. İxtisas axtarışlarındasınız. Yəni ixtisas axtarışlarında bir, ikincisi təhsil var, bir də bacarıqların inkişaf etdirilməsi var da. İndi sizə yəni ixtisas sizin bir ixtisasınız psixologiyadır. Bir ixtisasınız dövlət idarə edilməsidir. Yəni bu ixtisaslar aydındır. İndi isə bacarıqların inkişaf etdirilməsi məsələsi vardısa, mən sizə məsləhət görərdim ki, birincisi siz konkret olaraq fikirləşməlisiniz. Mən psixoloq olmalıyam yoxsa yox? Psixoloq olmaq istəmirsiniz. Sizin onun təhsiliniz getdi. İndi dövlət idarəsində çalışmaq istəyirsiniz də, bacarıqlarınızı inkişaf elətdirin. Gedib orada universitetdə 10.000 pul xərclədiniz, 5.000 orada pul xərclədiniz. Gedin, artıq bacarıqlarınızı inkişaf elətdirin. Çünki sizin o keçdiyiniz Dövlət Dərəcə Akademiyasının proqramında, ADA-dakı proqram ya BANımda olan proqramlar belə də uyğun gəlir. Siz gedin bacarıqlarınızı inkişaf elətdirin, müəyyən vəsaitinizi ayırın təlimlərə, gedin bəli, xarici ölkələrdə 10 günlük, 5 günlük, 20 günlük təlimlərdə iştirak eləyin. Hansı sahədə siz özünüzü, məsəl üçün, çatışmamazlığınız varsa, məsəl üçün, danışıq qabiliyyətiniz zəifdirsə, gedin onu inkişaf elətdirin. Ya layihələrin idarə olunmasına probleminiz varsa, gedin onu inkişaf elətdirin. Yəni, çox diplom almaqla uğur qazanmaq qeyri-mümkündür. Yəni, 10 dənə mənim diplomum var. Əvvəllər deyəndə ki, mənim 2 diplomum var, hörmətlə yanaşırlar. İndi deyəndə mənim 4 dənə diplomum var, adama qəribə baxırlar. Ona görə də diplomların sayı nə qədər artanda, deyirsən ki, bunun işi gücü olmuyor, belə bütün günü oxuyub, amma siz oxuyursunuz, işləyirsiniz, çalışın ki, işlədiyiniz yerdə uğur qazanma ilə aktiv olun, rəhbərliyin diqqətini cəlb eləyin, öz aktivliyinizlə, öz yaradıcılığınızla, sosial şəbəkələrdə varsınız da, sosial şəbəkələrdə aktiv olun. Necə? Məni də izləyirsiniz də, sosial şəbəkələrdə aktiv olun. Yəni ki, siz aktiv olun, rəhbərliyin diqqətini cəlb eləyin və o istiqamətdə inkişaf eləyin. Amma rəhbərin diqqətini rəhbəri görsün ki, siz o müəssisəyə töhfə verirsiniz. Reputasiya baxımından töhfə verirsiniz, can yandırırsınız. Çünki indi müəssisələrdə can yandıran işlər çox deyil. Deyim ki, 100% xeyir. Onun yarısı vaxtını keçirdir. 5 tamam olan kimi çıxsınlar aradan. Yəni, müəssisələrə fədakarlıq edən insanlara böyük ehtiyac var. Müəssisə rəhbəri onu görəndə sizi istər-istəməz öz işinə görə sizi qabağa çəkəcək. Çünki görəcək ki, siz töhfə verirsiniz. Yəni, bir yerdə qalıb inkişaf eləyin. Yəni, zigzag getməyin. Mən 32 ildir təhsil sektorundayam. Mən heç vaxt öz sektorumu dəyişməmişəm. Yəni ki, dəyişməmişəm. Halbuki dəyişmə imkanım ola bilərdi, o bir sektora. Amma mən deyirəm, yox, bir demirəm təyyarə. Mənim özümə məxsus prinsiplərim var da.
müəyyən yüksəkliyə qalxmısansa, oradan avtopilot getməlisən. Bəlkə də siz razı ola bilməzsiniz. Bu inkişaf xeyr. İndi kim deyə bilər ki, mən avtopilotda dinamik deyiləm? Kim deyə bilər ki, bu avtopilotda yeniliklər yoxdur? Düzdürmü? Gedirsən və hizmət eləyə, fədakarlıq edə, müəyyən mənada töhfə verə gedirsən. Amma ziqzaq olursa, yəni məsəl üçün bir işçi gəlir, 5 ildə 4 dənə iş yeri dəyişir. Amma 4 dənə iş yeri dəyişmək olar. Sən bu bir iş yerində sən töhfə ver, bir nəsə et, ondan sonra iş yerini dəyiş də. Yəni tez-tez iş yeri dəyişmək də yaxşı hal deyil. Bəzən deyirlər ki, artıq kifayət, mən 3 il işlədim də. 3 ilə sən nə etmisən ki? Ona görə tez-tez iş yeri dəyişmək, məsələn yüksəliş qalibləri var, indi Mustafa tanıyır. 5 ildə 4-cü iş yerini dəyişib. O doğru mənim güldü. Nə qədər iş yeri dəyişmək olar? Mən dəyişməmişəm. Hə. Ona görə də mən sənə məsləhət verirəm. Bacarıqlarınızı inkişaf elətdirin. Öz işinizi sevirsiniz indiki işinizi. Müəllim, sizdə vakansiya var? Vakansiya var planında? Yox, mən sənə deyim, öz işinizi sevmirsiniz. Neçə ildir o iş yerində işləyirsiniz? Elə bil siz psixoloq deyil, mən psixoloqam. Neçə ildir iş yerində işləyirsiniz? Nə işləmişsiniz baş səhəsi? Hansıdır Mehriban xanımı? Rəşad müəllim, hə. Məni oradan getdiniz? Şəmşər getməzsiniz siz təbii ki. Abşeron'dasınız indi? Çəkirlər artıq sizi. Salam göndərin buradan. Yox, Şərbətov sən çəksən? Şərbətov etibarlı adamdır, hə. Mən sizə deyim, siz səhvə yol vermişsiniz. İcazə verin deyim. Siz psixologiyanı qurtarmışdınız, bitirmişdiniz. İkincisi, siz idarəetmədə oxumuşdunuz, siz təhsili sevirdiniz. Siz banoda işləməliydiniz, baş təhsil arasında. Böyük idarəetmə təcrübəsi toplamalıydınız. Sonra hansısa bir məktəbdə direktor işləyə bilərdiniz, hansısa bir sahədə bir idarəetmə sahəsində çalışıb təhsil sektoruna daha çox töhfə verərdiniz. Yəni siz birdən təhsil sektorunda işləmisiniz, sevdiyiniz sahəni dəyişmisiniz icra hakimiyyətinə, oradan statistika komitəsinə, buradan nə bilim indi başqa yer axtarırsınız. Yəni Bakı Baş Təhsil İdarəsi, siz bütün Bakı 320 məktəbi görəcəydiniz oradan və belə gənc özünüzü inkişaf etdirərək, təlim proqramlarında iştirak edərək, lap getib bir ayda, 2 ayda xaricdə bir təlim çeşidiniz, təhsil idarə edilməsi sayəsində sizin kimi gənc xanımlara təbii ki, təhsil sektorunda böyük hörmət və ehtiram var. Danışığınız yerində, psixologiyanı bilirdiniz, yəni ictimai insansınız və siz gözəl bir təhsilin idarə edilməsinə çalışa bilərdiniz və oradan da xoşbəxt olardınız. Nə mənada insanlarla işləyəcəydiniz, şagirdlərlə işləyəcəydiniz. Siz birdən belə reysləri dəyişmisiniz. Biz yavaş-yavaş bitirməliyik icazənizlə. Çox sağ olun. Amma mən sizə deyim, ruhdan düşməyin. Çalışın ki, qaydın təhsil sektoruna. Bəli. Müəllimə yazasınız, dəstək olacaqdır. Ən azı əlaqəsi var. Bilirsiniz, 34 yaşlı Adilə 4 dənə iş dəyişib, 4 dənə ixtisası var. Amma əladır. Təşəkkür edirəm bir daha. İndi spikerlərimizlə burada olacaqlar ehtimal ki, 3-5 dəqiqə nəsə sual verə bilərsiniz. Şəxsi sualınız varsa, güman edirəm ki. Biraz xəstə eləmisiniz. Kofe brek saatınız yoxdur, kofe brek. Əvvəl idi müəllim, onu bitirdik. Amma təşkil edərik. Bunda Mustafa müəllim kömək eləyirdi. İndi deyəsən kömək eləmir, hə? Nəyə? Kofe brekə. Yo, oldu kofe brek. Kofe brek oldu. Oldu əlbəttə ki, müəllim. Biz yedi hamısını, hə. Bu ilk mitapdır. İnşallah davamı da olacaq. Bu ilk 2 dəfə də mitap olacaqdır. Bizim səhifələri izləyin. Mövzularla bağlı təkliflər varsa verin. Spikerlə bağlı təkliflər varsa verin. Əsas necə deyirlər, aktiv olun. Bura qalxmağa çalışın. Qalxandan sonra da müəllim demiş, burada avtopilotla fəal şəkildə həyata davam edin. Təşəkkürlər, çox sağ olun. Minnətdaram. Çox sağ olun.